Hanımlar ve canablar, 2 saat sizinle üz üze olacak. Gönül Habib kızı. Salam, hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Bakı vaxtı ilə saat 17-15 dəqiqədir. Dünya televiziyasının birinci studiyasından canlı yayımlanırıq. Efirdə üz-üzədir. Biz başladıq. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm ki, bizi izləyirsiniz. Hər birinizə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Həftə içi 5 gün biz efirdə oluruq. Bizə müraciət edirlər bəzi problemlərlə bağlı, ailə daxili problemlərlə bağlı. Verilişimizə yenicə başlamışıq. İstərdim elə ilk dəqiqəsindən söyləyim ki, efirimiz canlıdır. Canlı efirə qoşula bilərsiniz. 018 648 08 47. Təkrar edirəm. 018 648 08 47. Efir otağımıza aid olan əlaqə nömrəsidir. Məhz bu nömrəyə zəng etsəniz, biz sizi canlı efirə də qoşa bilərik. Anonim də qala bilərsiniz. Heç bir problem yoxdur. Önəmlisi odur ki, bizi izləyin və fikirlərinizi də bizimlə bölüşün. Bu nömrədən əlavə bizim qaynar xəttimiz də var. Qaynar xəttə aid olan əlaqə nömrəsi də efirdə sizə təqdim olunur. Efir otağına aid olan nömrəmiz hansı ki, bayaq söylədim, 018 648 08 47. Bu nömrə efirimiz bitdikdən sonra bura zəng etməyə ehtiyac yoxdur. Amma qaynar xəttimiz hər zaman işləyir. Həftənin bütün günləri siz bizimlə əlaqə saxlaya bilərsiniz. Səhər saat 11-dən axşam saat 21-ə qədər. Zənglərinizi qəbul etməyə hazırıq. Bundan əlavə söylədiyimiz qaynar xəttin və ekranlarınızda gördüyünüz nömrənin, bu qaynar xəttə aid olan nömrədir, onun WhatsApp-ı da var. Siz WhatsApp vasitəsilə də bizimlə əlaqə saxlaya bilərsiniz. Ailə daxili problemləriniz varsa, o problemlərin həllini axtarırsınız, amma tapa bilmirsinizsə bizə müraciət edin. Problem dedikdə söyləyə bilərik, qaynana gəlin, kürəkən qaynata, bacı, qardaş, ev bölgüsü, mülk bölgüsü, ümumiyyətlə olur, qonşularla problem olur, tanışlarla problem olur, dostlar arasında problem olur, ailənin daxilində problemlər olur. Bu problemlərin həllini bizdə görmək istəyirsinizsə, Dünya televiziyasının qapıları hər zaman üzünüzə açıqdır. Qaynar xəttə zəng edin, WhatsApp vasitəsilə istəsəniz bizimlə əlaqə saxlayın, böyük məmnuniyyətlə sizə dəstək olacağıq. Hər gün biz efirdə oluruq, daha dəqiq söyləsək, həftə içi 5 gün. Və onu da söyləyim ki, həftə içi 5 gün efirimizdə hüquqşünaslar, vəkillər kollegiyasının üzvləri, vəkillər iştirak edirlər. Hüquqi yardımı da biz sizə göstərməyə hazırıq. Təşəkkür edirəm ki, bizi izləyirsiniz, minnətdaram. İndi isə böyük məmnuniyyətlə bugünkü efirimizdə iştirak edən qonaqlarımızı sizə təqdim edirəm. Hacı Qəni Camalzadə, xoş gördük sizi Hacı. Xoş gördük. Yazıcı, təşəkkür edirəm, efirimizdə iştirak edirsiniz, dəvətimizi qəbul etdiniz. Digər qonağımız Xatirə xanım Fərəcli, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Şairə Azərbaycan Yaşlılar Birliyi Sumqayıt şəhər bölməsinin məsləhətçisi. Minnətdarım sizə. Və söylədiyim kimi, həftə içi 5 gün efirimizdə vəkillər, hüquqşünaslar olur. Bugünkü efirimizdə də Azərbaycan Vəkillər Kollegiyasının üzvü Namiq müəllim Bağırov iştirak edir. Namiq müəllim, xoş gördük sizi. Sizə də təşəkkür edirik ki, dəvətimizi qəbul etdiniz. Minnətdarım sizə. Çox sağ olun. Və bugünkü proqramımızda bir xanım da iştirak edir. Bəli, bugünkü proqramımızda ekspertlərlə bərabər bir xanım da iştirak edir. Gündüz xanım İsmailova.
Gündüz xanım bizə müraciət etdi. Artıq Gündüz xanım demək olar ki, 20 gündür gəlirsiniz, gedirsiniz. 20 gündür, bəli. Ərizə ilə bizə müraciət edib. Mən hər zaman ərizələri göstərirəm efirdə. Yəni, bizə müraciət edən şəxslər, bax, bu formada yazılı şəkildə bizə müraciət edirlər. Ərizə ilə tanış olduq, rəhbərliyimiz tanış oldu. Sonra isə bu məsələnin işıqlandırmağı qərara gəldik. Ərizədə qeyd olunur, yazıb sizə bildirirəm ki, xanımın problemi var. Problemi də ki, Tağıyev Talih. bəli, o şəxslə bağlı sizin probleminiz var. Bu problem nə vaxtdan başladı, necə oldu? Gəlin ətraflı bu barədə danışaq. Olar mı? Olar bu, olar. Birinci gəlin söhbətə belə başlayaq. Birinci soruşum, həyəcanlı deyilsiniz ki? Biraz. Biraz. Çünki siz mənə söyləmişdiniz ki, Önü xanım, mən çox həyəcanlıyam. Birinci dəfədir kamera qarşısına çıxıram. Mən də dedim, heç narahat olmayın. Biz sizinlə sadəcə olaraq söhbət edəcəyik Gündüz xanım. Ərizənizdə qeyd edirsiniz ki, yazıb sizə bildirirəm ki, mən Talih Tağıyev, düzdürmü? Tərəfindən aldadılmışam. O mənim etibarımdan istifadə edib, ev əşyalarımı mənimsəyib, talayıb, mən polisə müraciət etmişəm və eyni zamanda sizdən xahiş edirəm ki, bu məsələ ictimailəşsin. Yəni, geniş tamaşaçı auditoriyasına çatdırılsın. Aydındır. Gəlin, söhbət edək. Edək? Edək. Özünüz haqqında danışın. Kimsiniz siz? Mən- Gündüz İsmailova kimdir? Mən dəmir yolçuyum. Aha. 1989-cu ildən dəmir yolda Neçə çalışıram. yaşınız var? Yaşlıyam da. Aha, yaxşı olsun. Hə. 89-cu ildən dəmir yolda çalışıram. Özüm dəmir yol texnikumunu qurtarmışam. Vəzbələrdə işləmişəm. İndi fakt yenə işləyirəm. Baş nəzarətçi vəzifəsində işləyirəm dəmir yolda. Özüm də ikinci qrup 50-əm. Aha, Allah canı sağ olsun. Çox sağ olun. Bu 50-yə də səbəbkar Talih olub. Çünki mənim stresə, fikirlərə, yəni ki, mən borca xərcə düşməyə görə belə vəziyyət almışam. Gəlin Talihə keçməmişdən öncə Talihə qədər bir həyat tarixçənizlə maraqlanaq. Ailəli olmusunuz? Xeyr, Heç vaxt ailəli Xeyr. olmamısınız. xeyr. Kimlə yaşayırsınız? Tək yaşayıram. Tək yaşayırsınız. Bəli. Övladlığa da uşaq götürməmisiniz. Xeyr. Qohumlarınız varmı? Qardaşım Bacı, var. qardaş. Bir qardaşım var, ikinci qrup 50-dir. Ha, onun ailəsi var. Bəli, onun ailəsi, uşaqları var. Allah yaxşı, Allah can sağlığı versin. Sizlə baxın. Münasibətləriniz necədir? Yaxşıdır. Yaxşıdır. Bacınız yoxdur. Xeyr. Talih adlı şəxslə nə vaxt tanış oldunuz? 1914-cü ildə rayondakı 1914 olmaz, 2014 olar. 2014-cü ildə üzr istəyirəm. 14-cü ildə rayonda, Bərdə rayonunda anamdan qalma evi mənim adıma idi. Aha. Satdım, gəldim həmin Vişnovkada torpaq axtarmağa. Orada mənə göstərdilər, nömrə verdilər ki, bu şəxs torpaq satır. Özə makul verdi. 2 sot adı ilə mənə sot yarım torpaq satdı. Talih. Bəli, Talih Talih. Tağıyevdən söhbət Bəli. gedir. Aha. Kupçalı torpaq satdı mənə 2 sot adı ilə, amma sot yarım Kupçalı mənə torpaq verdi. Yəni adı oldu 2 sotun pulunu aldı məndən. Bəs siz onda söylədinizmi, sual verdinizmi? Nəyə görə 2 sot istəmişəm, 2 sot altında siz mənə sot yarım torpaq Sual verdiniz? verdim. O da dedi ki, ona yarım sota sənə çıxarda bilmirəm, amma sizə kömək eləyəcəm də o pulun əvəzini. Heç nə də eləmədi, qaldı. Mən birinci mərtəbəni tikdim. Aha. Əzəb əziyyətlə tək başıma, özüm də qan azlığı vardı məndə, bir zülümlə nəsə birinci mərtəbəni tikdim. Gördüm bu mənə Birinci yaxın. mərtəbəni tikdiniz. Bəli. Maliyyə dəstəyi sizdə hardan gəldi? Elə bir rayondakı evi satdığım. Aha, rayondakı evi neçəyə satdınız? 14.500. 14.500. Artıq əlinizdə 14.500 pul var idi. Bəli. Getdiniz torpaq aldınız, yoxsa torpaq əvvəlcədən almışdınız? Yox, torpağı gəldim Talihdən aldım. Həmin 14.500 əlinizdə olanda torpağı da aldınız. Bəli. Düzdürmü? Bəli, bəli. Torpağı neçəyə aldınız? Torpağı 5000-ə verirdi, 4500 aldım 2 sotunu. 2 sotunu. Bəli. Aha. İndi baxaq da əvvəl Aha, 14-cü ildə. aydındır, aydındır. Demək sizin əlinizdə müəyyən qədər məbləğ qaldı. Bəli, qaldı. Mən birinci mərtəbəni tikdim, hasarın, barısın, darvazasın, hamısını hazır verəcəm. Çox daş məsələsi bitdi də, başqa şeylər eləyəmədim. Bu mənə yaxınlaşdı, dedi, bacı,
ev tikmək qadın üçün çox çətindir. Mən Bəli. maklerəm, ev tikirəm, satıram, sənə də kömək eləyərəm, evimi tikərsən. Düzdür, qadın Mən də üçün 2 çətin mərtəbəli məsələ. ev istəyirdim tikməyə. Niyə görə? Sual verə bilərsiniz. Qardaşımla ikimiz bir yerdə qalmalıydıq. Rayondakı evi satmışdıq. Birinci mərtəbədə qardaşım qalacaqdı, 2-də mən qalacaqdım. Da özümüzə, həm də ki torpaq az gedir də bu 2 mərtəbə olanda. Yaxşı fikirdir. Bacı qardaş bir yerdə yaşayır. Yəni bacı qardaş bir yerdə, bizim ikimizdən başqa heç kəsimiz yoxdur. Aha. Allah sizə də can sağlığı versin. Biz də razılaşdıq belə elə. Mən də sözünə razılıq verdim. Dedim ki, bəs belə. Mənim pulum qutarır da, istəmirəm. Belə istəyirəm biraz belə qalsın. O dedi, yox, niyə belə qalsın? Bankdan pul götür, laf gözəlləşdir. Yəni ikinci mərtəbəni də bitir. Hə, bitir. Mən də bankdan götürdüm, 3 dənə bankdan pul götürdüm. O vaxtda 78 qəpik dollar olan vaxtı. Mən pulu verdim buna, özüm də arada gəlib... Pulu niyə ona verdiniz ki? Pulu ona verdim ki, o hamısını həll eləsin də, işlərimi görsün. Mən heç nə deyə bilmirəm, kömək eləsin mənə. Söz verdi ki, sənə kömək. Mən də buna etibarnamə verdim. Etibarnamə də vermişsiniz. Bəli, etibarnamə verdim mən buna. Etibarnaməni nə üçün verdiniz? Etibarnaməni verdim ki, mənə nə lazım olsa kömək eləyin. Məsələn, nə? Məsələn, Məsələn, bu gedib bazardan daş almaq üçün, hansısa bir tikinti material almaq üçün ona etibarnamə lazım deyil axı. Yox, o mənə dedi ki, ola bilsin ki, fikrinizi dəyişsəniz, nə satsanız, nəsə mənə etibarnamə verdi mənə. Hər tərəfli ver ki, mən nə lazım olsa sizə dayaq olum. Mən də etibarnamə verdim. Bir dəqiqə, Namiq müəllim, bu nə dərəcədə düzgündür ki, hələ ev tikilməmiş, tam bitməmiş, belə deyək də, bir nəfər, hansısa bir şəxs deyir, etibarnamə ver mənə, mən sənin bütün işlərini həll edim. Bu nə dərəcədə düzgündür? Etibarnamə, yəni orada hər hansı bir tikinti işlərinin aparılmağına, yəni təbii ki, torpaq sahəsini siz çıxarışdan almışsınız da. Bəli, bəli. Alqı-satqı müqaviləsi. Bəli, bəli. Almışsınızsa, yəni orada alıbsa, satmaq fikri yoxsa etibarnamə almağına ehtiyac da yox idi həmin dövrdə. Məsəl üçün, siz heç hüquqşünas belə olmasaydınız, siz bu xanımın, belə deyək, durumunda olsaydınız, siz kiməsə etibarnamə verərdiniz? Xeyr, bir mənalı xeyr. Bir mənalı. Çünki Dedi, mən sizə etibarnamə kömək verməyə edirəm də, ehtiyac yox. etibarnamə verin mənə, mən sizə köməyi rahat edeyim. Mən də verdim etibarnamə, düzdür. Generalski etibarnamə vermədim ona. Belə az müddətə verdim ki, yəni Qısa müddətli qısa müddət, bəli, qısa müddətli. Yəni bir illik. Yox, bircə də predmeti nə idi o etibarnamədə nə yazıldı? Nə yazılmışdı? Etibarnamədə yazılmışdı ki, lap ev satılası olsa, mən də xəstə idim. Alqı-satqı da eləyə bilərsən. Yəni hər tərəfli kömək eləyə bilərsən mənə. Bütün ev Evi verildi. yox, o yarımçıq tikilini etibar edir. Bəli. İkinci mərtəbə hüquqlar verir də həmin bəli, şəxsə. hüquqlarımı da verdim ona. Sot yarımdakı tikilini, sot yarım qarşı etibar edir. Həm ala bilər, sata bilər, bağışlaya bilər. Bəli, bəli, hər şey eləyə bilər. Mən də evi tikildi, hazır oldu ev. Ancaq elə bil ki, üz astarla, bir də pol pataloqda, belə evin məsələsi belə bitdi. Mən də dəmir yolda mənə bir otaqlı dəmir yoldan yer vermişdilər. Mən qalırdım orada, Keşlədə. O evim də plana düşdü. Dəmir yol mənə 30 min pul verdi. Talib mənə dedi ki, sən bu evin təmirinə görə pulu çox xərcləyəcəksən. Sən gəl, mənim qızımın 3 otaqlı evi var. Bir 3500 pul xərcləyəcəksən uzağı. Sən gəl oranı al. Yəni 30 minə gəl onun 3 otaqlı mənzilini al. Bəli, gəl sən bunu al. Mən də bunu almamışdan qabaq o borclarımı da ödədim. Mən baxın 3 dənə banka borcum var axı. Biri qaldı, Unibank qaldı. Adını çəkməyin bayları. Hə, bank qaldı. Mən bunun evini istədim. Dedim özümə uyğun. Mən onu təmir edə bilmirəm. Gücüm çatmır. Bütün yerlərə borcluyum. Banklara 3 bankim var da, borcum var da axı. Mən verməliyim axı. Mən bağışlamaz axı heç kəs. Əlbəttə. Gəldim mən onun evinə baxdım, gördüm nə evdə pol var, nə patolog var. Da belə bu mənə bunları elətdirdi. Yəni ki, mən pul verdim, eləsinə qaymə gətirdi, eləsinə qaymə gətirmədi. Bunları da təmir elətdirdi. Aboylu uzatdı, balqonu uzatdı, hamısı. Baxdım, gördüm ki, mən 8500 alqı-satqı eləmişdim bundan. 8500 notarusla. Bu mənim üstümə gəldi, opşi bir yerdə 36 min. Mən dedim, elə bilsəydim, gedib öz evimi təmir edib oturardım. İstəmirəm sənin evi, qaytarıram sənin evi. 3 ay telefonları bağladı, mənə yaxınlaşmadı. Bir dəqiqə, siz alqı-satqı elədiniz, nə qədər pul verdiniz? 8 min dövlət notarusda pul keçdim, 8 min. Sənətdə sumka buradadır, yanımda. 500 manata əlbəəl verdim ki, o da məcbur dirəndi ki, vergiyə oymağa lazımdır, verginə ver. 8500 verdim buna. Elə bil o ramotla bir yerdə 36 minə gəldi, 600-ə oturdu. Mən də əsəbləşdim ki, bu nəyə mən çox oldu da, mən qaldım
bütün borcun içində. Siz evə daxil olanda görürdünüz də. O dedi ki, 3500. Şərait yoxdur. Burada 3500-lük təmir olmayacaq. Yəni müəyyən Mən orada məbləğdə kombi sizdə pul sistemində çıxacaq. hazırlatdım, santenik işini gördüm, balkon tikdirdim, evi tam super laminata qədər, hamısını düzülü, qoşulu, hər şey elədim. Elədim, Ev qaytarmaq sizin adınızda idi. yox, Sizin adınıza müqavilə ilə yazmışdı oranı. Adıma yazmamışdı, pulun tamamısını verməmişdim deyim, müqavilə ilə yazmışdı. Dedi ki, oranı satanda... Çox qəribədir. Demək ki, öz evini, belə deyək, müqavilə ilə verir. Xanımın adına yazmır. Amma xanımdan etibarnamə alır ki, xanıma aid olan evi həm alsın, həm satsın, həm kiməsə bağışlasın. Bilirsiniz, xanım, siz artıq o etibarnaməni ki verdiniz ha, ondan sonra o adam müqavilə ilə iş görməyə başlayır deyə siz onda ayrılmalıydınız ki, Mən deyəsən yatmışam, ayrılım. Bu adam öz evi mənə etibar eləmir, amma mən mülkümü ona etibar eləyirəm. Mən etibarnaməni dayandırdım. Etibarnaməni dayandırdım. Dayandırdım, mən bundan pulumu istəyirəm. Deyirəm ki, etibarnaməni dayandırmışam. Mənim sizə nə qədər ki, xərc çəkmişəm, pul vermişəm qızınızın evinizə. Mən pulumu qaytarım. Aha. Hə, bu da 3 ay telefonları bağladı. Siz harda yaşayırdınız? O evi təmir eləyəndə harda yaşayırdınız? O evi təmir eləyəndə iş yerində qalırdım. Yəni o evdə yaşamamısınız? Yox. Çox etibarnaməni dayandırmaq yox, onu ləğv elətdirmək olur. Ləğv elətdirmək deyək. Ləğv elətdirib deyir, yoxsa dayandırmaq... Ləğv elətdirdiniz siz? Etibarnaməni, Bəli. ləğv elətdirdim. Hə, elə. Ləğv elətdirdim etibarnaməni. Bu adam etibarnaməni ləğv elətdirəndən sonra məni verdi məhkəməyə. Nə gözəl. Hə, mən bunu verməkdən bu məni verir məhkəməyə. Deyir ki, mən o evi inşa eləmişəm. O mənim öz evim yoxdur. Fakt, Kupçada mənim adıma torpaq da, evin Kupçası da, qeydiyyatda da mən oradayım. Öz qaldığım yeri. Mən bura 67 min pul xərcləmişəm, gündüz mənə 67 min pul borçludur. Məhkəməyə yazdı. Demək Talih Tağıyev, düzdürmü? Talih Tağıyev məhkəməyə müraciət edir ki, mən o evə, sizin o tikdiyiniz evə, hansı ki sizin adınızdadır, 67 min pul xərcləmişəm və sizi verir məhkəməyə bu iddia ilə ki, yəni Bəli, bu iddia ilə. Və pulumu istəyirəm. Evdə bir dənə pol var, patolog var, qapı pəncərə, bunları sorduğun sonra özüm qoymuşam. Sırf qapıya qədər oğranıb, soçiyə qədər, hamısı, bu özü oğrayıb, başqası yox. Başqa adam oraya, heç kim oraya əl vuran deyil, özü. Mən də onu polisə vermişdim 102-yə. Bir dəqiqə, bax deyirsiniz ki, o götürüb sizin əşyalarınızı. Bəli, bəli. O evin açarları onda olubdu onda. Bəli, evin açarları etibarnamə vaxtı ondaydı. Etibarnamədən sonra da qıfılı sındırıb. Etibarnamə olanda onda evinizdə nə əşyalar var idi? Evimdə vardı, üzr istəyirəm, hamam aksesuarları vardı, unitaz, hamamın nələri yoxdur, onlar, qapılar. O общем, kuxnanın nələri aiddir kuxnaya da. O общem, nə lazımdır, evin içinə hamısını hazır vəziyyətə, kafel, metlağa qədər hamısını alıb qoydurmuşdum. Özüm də gəlirdi, axı mənlə gəlib gedirdi. Etibarnamə vermiş olsam da o məni aparırdı. Mən gedib o işlərə baxırdım. Çünki onda mən ondan şübhələnərdim ki, verim sizi, yəni ora bırakırdı, siz mənə iş görmüşsünüz də, pulumu alladırsınız yəni. O üçün bu evə heç təmir məsələsində heç nə eləmədi bu adam. Təmir eləmədi. Eləmədi, indi ekspertlərə Yəni sizin əşyalarınız orada olmasına baxmayaraq, evdə təmir işi aparılmadı. Bəli, aparılmadı. Ekspertlər də gəlib evə baxanda, məhkəmə ekspertləri göndərəndə, onlara necə danışdı, necə danışmadı, özünüz bilirsiniz də. Bu telesiyada açıq danışa bilmirəm, hamı başa düşür mən dediyimi. Onlar da evə baxdılar, evi gedib elə yazdılar ki, mən getdim onu oxuyanda özüm gözümə inanmadım. Evdə nə qaz var, nə işıq var, tok işləri heç biri yoxdur, heç biri. Yer, daş, duş, elə pis-pis də evə girmək, quşlar ölüb, pis gündədir. Bunu ekspertlərə yazdırıb ki, yaşaboy, ondan sonra pol parket, belə hazır vəziyyətdə, elə belə əlini son gir içəri. Məhkəməyə belə Yaxşı, elə yazılıb, amma sonda siz gəlirsiniz, görürsünüz ki, nəinki evdə təmir olunmayıb, əksinə evdə demək, tikinti materialları, təmir üçün olan materiallar, onların hamısı yoxa çıxıb. Yoxa çıxıb, bəli. Mən də məhkəməyə dedim, məhkəmə mənim ekspertlərin sözünə baxdı, mənim sözümə yox. Amma siz indi burada... İndi mən sizə bir söz deyim. Mən sizə indi bir söz deyim. Bax, sizi dinləyirik, yenə də deyirəm, ilk gündən sizin səhviniz oldu ki... Bəli, mənim səhvim oldu. Mən boynumu allam, səhvim oldu. Amma mən bu etibarnaməni bir dəfə də dayandırmışam ona. O məni gedib məhkəməyə vermədi. Mən ki, evi qaytardım onun qızının evin.
O mənə pul verməməyə görə təkdir, kimsəsizdir də mənə nə edəcək? Mən hər bir şey eləməyə əlim. Özü bütün kətdə onun nə qədər obyektləri var, hamısı mənim kimi adamları aldatmaqla. Kətdə çox adamları aldadıb bu adam. Bu da Vişnovka. Bəli, Vişnovkada. Bu da fakt bir adam var, yoldaşa alver eləyir, kəsib adamdırlar. Kim birsə torpaq satıbdır, 1-2 ilin söhbətidir. Xanım gəldi özü mənə danışdı ki, bəs belə bir iş var, mənim başıma gəldi, səninlə dedi, belə işlər olub. Dedim, nə məsələ? Deyir, torpağı aldan sonra, bir aydan sonra getdim, görüm ki, torpaqda adam ev tikib. Deyir, Talih bizə satıb. İndi Talih hardadır? Talih ünvanı yazılsa da telefonları açmır da. Siz onunla ümumiyyətlə əlaqə saxlamaq istəmisiniz? Mən onu ancaq məhkəmədən sonra, məhkəmədə mən onunla üz-üzə gələndə sözlərimi dedim də, çünki mən düzgün danışan adamam. Mənim evimi siz niyə görə özümə satırsınız? 67 min mənim boyuma pul qoyursunuz. Elə bil öz evinizi sizə satırlar. Həmin şey çıxır da, bu elə çıxır. Sonra Talihlə əlaqə saxladınız? Talihlə ancaq məhkəmələrdə Yox, görüşdük. 67 minlə siz bir yerə qol çəkmisiniz. Yox, qol çəkməmişəm. Məhkəmə qətnamə təsdiq edib ki, o ekspertlərin sözü ilə. də hansı evsə şəklini çəkib, burada da istəsəniz gedib mənim evimi çəkə bilərsiniz ki, görüb baxarsınız ki, nə vəziyyətdə. Sizdə hansısa bir sənəd var əlinizdə? Nə sənəd? Ümumiyyətlə, məhkəmənin sənədi, evin sənədləri, Evin hansısa bir sənədləri gətirmişsiniz? Bəli, evin sənədi də var, məhkəmənin qətnaməsi Zəhmət var. olması verin, mən... Ünvan veriblər sizə. Ünvan veriblər, həmin o. Bəli, ünvanım var evimin. Bu məhkəmənin qətnaməsidir. Ekspert haranı göstərib ki? Ekspert başqa ünvanı göstərir. O evi göstərə bilməz. Kupçan şeydə deyək, kupçanın Eybi yoxdur, siz hələlik bunları... Namiq bəy, zəhmət olun sənədlərlə tanış olun. Zəhmət olun sənədlərlə tanış Sizin xahişim budur ki, mənim evimi gedin, çəkin. Baxın ki, nə vəziyyətdədir. 67 min orada ev varmı? Bax, qazım yoxdur, işığım yoxdur, soç kimi oğluyub aparıb. Bütün qalmışam pis vəziyyətdə. Vəziyyətim pisdir. Sayğacınızı niyə götürüb? Sayğacımı götürüb boynuna da almır. Çox qəribədir. Nə sayğacıdır? İşığın sayğacıdır. Gəlin bir efirdən bir çağırış edək. Siz ona söyləmişdiniz, xəbər göndərmişsiniz ki, siz Mən efirə onu 102 çıxacaqsınız. ilə, yox, bura xəbər göndərməmişəm, o telefonu açmır onsuz da. Mənim telefonumu açan deyil. Çünki biz Onun məhkəmədə... əlaqə nömrəsi var sizdə. Bəli, var məndə. Zəhmət olmasa yazın bura. Mən onu portfölə qoyub telefonu bağlamışam, oradan götürməliyim. Aha, onda Çıxanda verərəm sizə. verərsiniz mənə. Yəni bu gün də danışmasaq sabah biz ondan danışaq. Mən sizdən... Mən istəyirəm efirdən Talih Tağıyeva bir səslənim. Talih Tağıyev, sizdən şikayət var. Gündüz xanım İsmailova Dünya televiziyasına üst tutub sizdən şikayət edir. Və onun sözlərinə görə siz nəinki Gündüz xanımı, siz başqa şəxsləri də aldatmısınız. Məhz o şəxslər də xanımın söylədiyinə görə efirdən öncə söyləyib ki, o şəxslər də Dünya televiziyasına gəlmək istəyirlər. İndi mən bilmirəm, o şəxslərlə hələ ki biz danışmamışıq. Biz o şəxslərlə də əlaqə saxlayacağıq. Çox istərdim Talih Tağıyev bizimlə əlaqə saxlayasınız. Bilək, xanımın sözləri doğrudurmu? Doğru olub olmadığını araşdırmaq üçün Dünya televiziyasının kameraları vasitəsilə Talih Tağıyev sizə müraciət edirik, sizə səslənirik. Əgər bizi eşitmirsinizsə, yəqin ki, sizin tanışlarınız eşidir, yəqin ki, sizə məlumat verəcək və ümid edək ki, siz də bizimlə əlaqə saxlayacaqsınız. Efir otağımıza aid olan nömrə var. Bizə zəng edə bilərsiniz. Tək Talih yox, digər şəxslər də, Talih Tağıyevi tanıyan şəxslər də bu mövzu ilə bağlı bizə müraciət edə bilərlər, canlı efirə zəng edə bilərlər. 018 648 0847. Təkrar edirəm. 018 648 0847. Ekranlarınızda görürsünüz. 018 648 0847. Bu bizim efir otağına aid olan bir nömrəmizdir. Efirimiz canlıdır. Efirin sonuna qədər bu nömrə işləyir. Bizə müraciət edin. Canlı efirə qoşulun. Bu nömrədən əlavə qaynar xətt də var. Qaynar xəttimizlə də əlaqə saxlaya bilərsiniz. Qaynar xəttin WhatsApp-ı da var. Siz WhatsApp-la da bizimlə əlaqə saxlaya bilərsiniz. Qaynar xəttin nömrəsi isə həftənin bütün günləri işləyir. Səhər saat
11-dən axşam saat 21-ə qədər. Şənbə və bazar günləri də zənglər qəbul olunur. Siz nə vaxt bildiniz ki, artıq siz aldanırsınız? Mən onda bildim ki, bu mənə dedi ki, bu mən ki evi qaytarırdım. Bir dəfə məni çağırdı. Dedi ki, bəs evi istəyən var, mənim evimi güya, sataq. Mənim aram dəyməmişdən qabağı. Çağırdı ki, məni, bəs sataq. Ona dedi ki, bəs məni danışdırdı, birimizə güya borcumuz, sərimiz yoxdur ki, alan adam axı, söz-söhbət onda almaq istəmir axı. Bəli, əlbəttə. Bəli. Ondan sonra bu, gördüm ki, məndən aralaşandan sonra telefonda həmin adamla danışır ki, mən gündüzü gətirməyəcəm. Mən sənlə danışdım ki, gündüz gəlməsin, öz aramızda məsələmizi ələyəm. Mən də həmin günü getdim daşınmaz əmlakdan etibarını mən dayandırdım. O mənim etibarımı verim vaxtı, tek pasportumu da götürüb, işıq qaz çəkdirə bilmirəm. Plus da ki, mənim torpağın kupçası yoxdur mənim adıma olan. Onu da saxlayıb özündə. Özündə niyə saxlayır? Vermir, Sənədləri qaytarmır. saxlayıbdır özündə. Sənədləri götürsə də arxivdə sənəd var da. Yəni xanım müraciət edə bilər ki, itib Mən sənədlər. də gedib istəyirəm. Onlar da mənim evim həbsdədir. Mən ona görə 67 min borcum var deyən həbsə qoyublar evi. Mən gedib sənəd elə bil ki, gedib ala bilmirəm. Mənə daşınmaz əmlak kömək eləyə bilmir. Mən qazımı da, işığımı da çəkdirə bilmirəm. Belə qaz çəksən 350 manatdır, işığı da eləsən 350 manatdır. Mənim də imkanım yoxdur, qalmışam çıxılmazda, soyuqda. Xatirə xanım, niyə insanlar bir-birinin etibarından istifadə edirlər və öz xeyirlərinə istifadə edirlər? Çox ağrıdıcı bir halda Könül xanım. Deməli, bizim Azərbaycan xalqında bir etibar, bir əvvəldən olub kişi sözü, filankəsin sözü sənəddir, ağzından çıxan söz sənəddir və etibar eləyiblər, bir-birinə bel bağlayıblar. Dəyərlər necə dəyişir? Bir vaxtlar hansısa bir müqəddəs bildiyin bir dəyər, belə baxırsan ki, bugün boş mənasız bir şey kimi bilinir. Məsələn, indi kimsə belə etibar eləyib, bu xanım kimi sənədin, etibarnaməni kiməsə verəndə, indi deyirlər, bu avamdır da, yəqin ki, üzr istəyirəm, mən sizi demirəm. Düz deyirsiniz, nə deyirsiniz, düz Çünki deyirsiniz. tanımadığınız adama elə o cür, belə tam etibar eləmişsiniz. Nə qədər yaxın olasan ki, insana, sən qardaşın deyil, oğlun Elə deyil. mənə yaxınlaşdı ki, sözü də kəsirəm, bacı deyə. Banisədə qalanda mənə 100 manat borc verdi. Mənə onları qol çəkdirib. Onları məhkəməyə kəsib. Bax, görürsünüz, 100 manatı verəndə sizə qol çəkdirir. Siz isə bu boyda evi ona etibar edirsiniz. Bəli. Gülməlidir. Özdə sən kişi xeylağı, normal, sağlam adam, şikəst deyil, ged bir yerdə işlə niyə fırıldaqla məşğulsan? Belə adamlar var, belə xeyli adamlar var. Qurdalasan o qədər adam eşidir ki, belə siz çox sağ olun ki, bax belə bir mövzunu çıxartmısınız bura və başqaları da ayılsın. Belə o qədər adamın başına gələ bilər ki, belə bir şey ki, kimsə onu fırrada, kimsə aldada, belə işlərə cəlb eləyə. Çox yaxşıdır ki, insanlara biraz da dərs olur, ayılır bu. Belə şeylər. Mən etibarla dayandırmasaydım evim satılacaqdı. Mən şükür ki, mən etibarla dayandırmışım. İnsanlıqda ən alçaq xüsusiyyət odur ki, kiminsə etibarından istifadə eləyəsən. Kiminsə öldürmək ondan daha yaxşıdır məncə. Nəinki o inamından yıxmaq, inamın qırmaq, ona o zərbəni vurmaq. O çox böyük. Mənim neçə şeirlərim var bu barədə. Bilirsiniz, inam, etibar o qədər böyük bir, dərin bir mövzudur. O qədər qutsal bir hissdir ki, ona toxunmaq, onu yıxmaq, onu məhv eləmək böyük bir cinayətdir. Bəlkə də bizim hüquqşünasımız var burada. Məsələn, bu hüquqi tərəfdən yanaşır elə şeyə. Amma mən şairəm, mən ürək adamıyam və mən ona elə bir şey, mən məsələn cəza verən adam olsam, bəlkə də o etibarı qıran adama daha böyük cəza verərəm. Adam öldürəndən daha böyük cəzanı mən o etibardan, inamdan sui-istifadə edən adama verərəm. Namiq müəllim, eşidək sizi. Könül xanım, burada qətnaməni yox, qətnamədən çıxarış təqdim olunub. Yəqin ki, siz bundan qətnamədən apelsiya şikayəti vermişsiniz. Bakı apelsiya məhkəməsində baxılıb mı sizin işinizə? Apelsiya heç göndərməyiblər məhkəməyə. Yəni, mən ərizə yazıb göndərmişdim ki, məhkəməyə ki, qətnamə ilə razı deyiləm də. 6 aydır
Orada da bir dənə əlavəsi vardı ki, kopyası var da Siz yazmışam. verdiyiniz qətnamədən çıxarışdır, birinci instansiya məhkəməsinin qətnaməsindən çıxarışıdır. Təbii ki, Könül xanım, orada bir-birlərinə qarşı iddia qaldırıblar pul tələbi ilə bağlı. Qarşı tərəf vəkillə təmsil olunub, xanım isə vəkilsiz təmsil olundu məhkəmədə. Vəkilsizsiz. Yox, ona vəkilim görə. vardı. Amma Burada iştirakçı görünmür burada. Yəni siz özünüz tək iştirak edirəmsiniz, xanım. Qarşı tərəf isə vəkil həm özü, həm də ki vəkillə təmsil olunub və demək olar ki, xanımdan hər iki tərəfin iddiası qismən təmin olunub, hər ilkin həm də qarşılıqlı iddia. Və burada məbləğlərin tutulması ilə bağlı təbii ki, bu məhkəmə araşdırmasının predmetidir. Ona hansı dərəcədə sübutların təqdim olunması, müzakirə olunmağı bu qətnamədən çıxarışda müəyyən olunmur, Könül xanım. Yəni burada xanımın apellyasiya şikayəti verib bir vərəqdə, yəni çox bəsit formada tərtib olunmuş apellyasiya şikayətidir. Bu apellyasiya şikayətini də çox güman Yəni belə deyək də, siz bu ərizə ilə, bu şikayətlə razılaşmırsınız. təbii ki, yəni ki, çox bəsit formada, hansı əsaslarda, nəyə görə düzgün qərar qəbul olunub, qətnamə qəbul olunmayıb, hansı formadadır. Yəni bu məbləğlərin açıqlamasını xanım qeyd eləməyib. Təbii ki, qeyd eləməyəndə bir daha əvvəl kimi bildirim ki, yəni sübut etmə yükü tərəflərə məxsusdur. Xanım əgər sübut eləsə ki, məsələn, bura çəkilən xərclərdən tək ekspertiya rəyi ilə kifayətlənmir axı. Burada ora istifadə olunan evin təmirinə çəkilən xərclərdir, digər kimlərin yanında pulun verilməyidir, digər hallardır. Elə beləcə də burada bir-iki ədəd beh müqaviləsi gördüm, o müqavilələrin mahiyyətidir. Demək olar ki, onu tam başa düşmək olmur hazırki vəziyyətdə. Yəni, xanım onların açıqlamasını hər halda əgər şikayəti geri qaytarılıbsa, həmin o geri qaytarma ilə bağlı qərardatdan şikayət edə bilərdi. Yəni, gedib onu maraqlanmalıdır. Yəni, bunu hər bir halda xanım, siz onu araşdırmalısınız ki, sizin şikayətiniz nə əsasla getməyib. Həqiqətən də geri qaytarılmayıbsa, geri qaytarılma ilə bağlı qərardatda göstərilən nöqsanları aradan qaldırıb, sizin təkrarən yenidən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək hüququnuz var. 6 aydır mən o məktubu göndərmişəm. Məhkəmə məni ümid edib ki, göndərəcəm, qətnaməni ləğv eləyib. Xeyr, ola bilər xanım, sizin şikayətiniz geri qaytarılsın. Yəni 6 ay müddətində göndərilməmə elə bir əsas yoxdur. Çünki şikayət qətnamə qanunu qüvvəsini alandan 7 gün müddətində tərtib edilən şikayət bir yerdə iş materialıyla birlikdə yuxarı instansiya məhkəməsinə göndərilir. Sizin də burada şikayətinizdə çox güman qüsur olub ki, geri qaytarılıb, ola bilər poçta, nəysə siz evdə olmamışsınız. Yox, qaytarmırlar, özlərinə də müraciət elədim, gedib qaytarmamışıq. Sizin o bu şikayəti göndərməyinizi təsdiq edən qəbziniz varsa, poçt qəbziniz, ya rəsmi gedib kopyasına qol çəkdirmişsinizsə, onları sübut eləyib məhkəməyə təkrarən müddətin bərpası ilə bağlı. Qəbzim var mı? Bəli. Yəni bu müddət ötürürsə, müddətin bərpası ilə prosessual müddətin bərpası ilə bağlı ərizə və apellyasiya şikayətini təkrar əlavə eləməklə sizin yuxarı instansiya məhkəməsinə şikayət eləmə hüququnuz var. Və yuxarı instansiya məhkəməsində təkrarən, yəni sübutları yenə də deyirəm xanım, bir mənalı olaraq sübut etmə yükü tərəflərə məxsusdur. İddia qaldırırsınız və orada da həmcə eləcə də digər iddia üzrə siz cavabdeh qismində göstərilirsiniz. Və bu hər bir halda məhkəmə və ya digər şəxslər bu alqı-satqıda, nəsə aldı-verdidə iştirak eləməyib, nə ki təmir xərclərində. Bu sübut etmək sizə məxsusdur xanım. Sübut etməklə bağlı siz kifayət qədər əsaslandırılmış sübutları məhkəməyə təqdim eləməlisiniz ki, məhkəmə həmin sübutlara istinad eləyərək sizin iddia tələblərinizə mahiyyət baxıb qətnamə qəbul edə bilsin. Qəribədir. Bax, əvvəllər, belə deyək ki, mən heç vaxt düşünməzdim ki, Azərbaycanda tənha qadınlar, tənha belə deyim, yaşlı insanlara, kişilərə, qadınlara qarşı bax bu cür addımlar atılır, onların etibarından istifadə olunur. Mən Rusiyanın telekanallarını izləyirəm. Andrey Malaxovu yəqin ki tanıyırsınız, telejurnalist. Onun verilişində dəfələrlə bax bu mövzu ilə bağlı buraxılışlar edirdilər, efirlər hazırlayırdılar ki, bir çox insanların etibarından istifadə edirlər, evlərini alırlar, aparırlar başqa bir yerə, onları qısa bir vaxt orada saxlayırlar, sonra isə oradan da uzaqlaşdırırlar, o insanlar evsiz, eşiksiz küçədə qalırlar və elə bir hala düşürlər ki, artıq evi, eşiyi olan insan evsiz, eşiksiz bir dilənçiyə dönür. Düşünürdüm ki, bu bizdə heç vaxt ola bilməz. Bu başqa ölkədə olar, amma bizdə yox. Amma çox təəssüf ki, bəli, bizdə də belə hallar var. Siz maraqlı nədir? Bizdə indi bizim
vəkil hüquqşünasımız məni yəqin ki, sahmana salacaq, yəni dediklərimdə əgər əksik olsa, bizim qanunlarımızda bu boşluq var. Bugün bu boşluqlardan bu belə deyək də işbazlar ki var, onlar işbaz da deməzdim onlara və onlar çox istifadə edirlər. Xüsusilə məsəl üçün vəkil tutmağı bacarırlar, məhkəmələrdə dil tapa bilirlər, yaza bilirlər, poza hər şey bacarırlar. Aldatmaq üçün bütün vasitələr, bizim qanunlarda boşluqlar var. Mən xaricdə bir-iki dəfə oldum, yəni və bir müddət yaşadım da, aylarla elə olur ki, yaşadım da. Realtor xidməti deyirlər də ona, bu alqı haqqı realtor. Orada yüksək səviyyədədir. Nədir? Realtorliklə, alqı haqqı ilə hər adam məşğul ola bilməz. Təhsili olmalıdır. Həmin sahə üzrə təhsili olmalıdır, diplomu olmalıdır. Realtor xidməti ilə məşğul olan adam... Siz Amerikada yaşamısınız, siz Amerikadan danışırsınız. Realtor xidməti ilə məşğul olan adam hansısa realtor kontorunda 5 il işləməlidir. Öz işini açmaq üçün. Təhsili olmalıdır, təcrübəsi olmalıdır, oradan zəmanət kağızı olmalıdır, ondan sonra ona icazə verirlər, alqı və satqı ilə məşğul olsun. Çox maraqlı işdir. Bizdə isə bir dənə balaca bir kağız yazır, yapışdırır ki, mən ev alqı satqısı ilə məşğulam. Və əlaqə nömrəsi. Və əlaqə nömrəsi yazır və bütün hallar, bizdə də insanların böyük bir əksəriyyəti, xüsusilə bizim yaşlı hissəmiz, cavan hissə biraz bu məsələlərdə biraz ayıqdır. Amma yaşlı hissəmiz biraz... Həssas olurlar. Yox, çox etibar edirlər. Etibarından istifadə edirlər də. Həm də belə hesab edirlər ki, madam ki, orada yazıb ki, öz qapısının üstündə alqı-satqı ilə məşğul olur, adım filan kəs, bu etibar edir, gedir onun yanına. Və nəzərə alsaq ki, bir neçə dəfə 50 manat, 100 manat pul verib. Və aldanma prosesi də birinci oradan başlanır ki, biz bu xidmətin özündə bir çatışmamazlıq var. Yəni, o qapı üstündə yazılan yazıya biz çox aldanırıq. Və ona görə də burada aldanma prosesi budur. Yenə deyirəm də, qanunlarımızda işin boşluqdan istifadə edirlər. Onlar rəsmi olaraq heç yerdə qeydiyyatdan keçmirlər. Amma vöyün açırlar, bəziləri vöyün açır. Həmin o vöyünə əsasən xidmət görür. Lakin həmin vöyünün ətrafında bunun təsiri olmalıdır, bu kimsə buna zəmanət verməlidir, bunun arxasında dayanmalıdır, hansısa təşkilat, bunların heç biri yoxdur. Sadəcə burada aldatma məsələsi çox güclüdür. Xanımın özü də indicə söylədi ki, bu adamı tanımır, bu adamın nə dədəsini tanıyır, nə nənəsini tanıyır, nə qohumlarından heç kim götürür ona etibarnamə verir. İndi bəs neyiniyək? Heç nə. Belə yerdə bilirsiniz, bu şey... maraqlıdır. Bu günləri mən üçün deyirəm ki, və hüquqşünas bu məsələ ilə məşğul olmalıdır. Hüquqşünasa da yenə də bu kifayət qədər onun zəhmət haqqı verməli ki, o məşğul olsun. Yəni, o minəcək maşına gedəcək filan təşkilata, filan təşkilata. Bütün bunlar hamısı pulla, yəni əlaqədir. Bizsə sənədləşməyə, pul xərcləməyə xoşlanmırıq. Yox, mən elə olmamışam. Biz vəkilə pul vermək istəmirik. Hüquqşünasa pul vermək istəmirik. Mənim vəkilim olubdur. O cür maşennikə veririk pulu. Toğrul müəllim olub mənim vəkilim. Mən müqavilə bağlamışam onunla. Prosta həmin bunun vəkili ilə, bu talih, öz əməli ilə mən açıq demək istəmirəm də. Yəni ki, işin işləyir. Mən başa düşmədim. Sizin vəkiliniz eyni zamanda onlarla münasibət qurur. Mənim vəkilim çox vaxt heç mənim məhkəməmə gəlmirdi son vaxtlar. Onda onu vəkil də seçməyəydiniz də. Mən əvvəl seçmişdim, müqaviləni də bağlamışdım. Pul ödəniş etmişsiniz. Pulunuzu geri ala bilər, pulun geri ala bilər Əmin bəy. Siz pulunuzu tələb edin Əmin vəkillər. Özdə ki, vəkillər bu günləri çox yüksək şəkildə təşkilatlanmış bir əlaqələrə maliklər. Onlar əgər hansısa bir məsələdə günahları varsa, onları çox asanlıqla cəzalandırmaq olur. Təbii. Ona görə də siz elə hesab eləməyin ki... O hamını kim istəsə, onun
ehtiyacı var da, yəni haqq hesabı var. Yox, Mənim xanım. yoxumdur. Siz Xanım, həmin siz- vəkilə nə qədər pul ödəmişdiniz? Siz 300 bu manat. məsələni Nə qədər? boş 300 manat. buraxmısınız. 200 manat 300 ödəmişsiniz. manat, 300 manat. 300 manat. Ona görə də gəlmir məhkəməyə. Özü razılıq verib də Nə müqavilə Özü var. dedi ki 300 manatdır. Bəli, özü dedi ki, mən Nə dedim, qədər verməlidir ki? dedi ki 300 manat Bəlkə müqavilə internetin bağlayırıq. Bir olmağına dəqiqə bağlı. üst-üstə, bəli. Ola bilər ki, Könül xanım, həmin o xidmət haqqı sırf iddiayla tərtib olunmağı, dövlət rüsumunun ödənilməsi və digər xərclərlə bağlı olsun. Yəni xanım təbii ki, indi sənəd olmadığını demək mümkün deyil. Bəsit şəkildə yazılıb da. Bəli, bəli, çox Mənim bəsit apelsiya vəkilim yazır şikayətinə məhkəməyə. baxdım. Hərdən Xeyr, yox. İddia ərizəsi ayrıdır, bu verilən apelsiya şikayətidir. Apelsiya şikayəti çox bəsit formada yazılıb. İddia ərizəsi məndə hal-hazırda burada yoxdur, sadəcə bir dənə qətnamədən çıxarışdır. Apellyasiya Yəni mən bunu özünüz dəqiqləşdirə yazmısınız. bilərəm, siz Könül xanım, Vəkil- əlaqə vəkilə saxlamaqla, yazdım. məhkəmə ilə ki, bu işdən şikayət gedib getməməyi ilə bağlı. Yəni 5 dəqiqə bu fasiliti götürüb mən danışa bilərəmmi, icazə versiniz? Əlbəttə, Mümkünsə ki. əlbəttə. İndi soruşmaq istəyirsiniz? Bəli, bəli. Yəni lap belə maraqlanaram ki, yəni bu işdən şikayət verilmək nəticəsi nə olub? Bəlkə də geri qaytarılıb. Çünki elektron məhkəmə sistemində konkret, yəni daxil olmaqdan Zəng mən etmək etmək üçün olar. studiyadan çıxmaq istəyirsiniz də yəqin Xeyr, ki. adi yəni Telefonu verək, Bəli, bəli. olsun, olsun. Buyurun. olar. Siz zəng edin, mən Xatirə xanımla söhbət edin. Məhkəməyə zəng edin. Bir dəqiqə sakit olaq. Namiq müəllim zəng eləyib danışacaq. Xatirə xanım, ürək ağrıdıcı bir haldır. Çox ürək ağrıdıcı bir şeydir. İndi Qəni Yəni müəllim deyir. hamımız yaşlaşacağıq, hamımız müəyyən yaşa çatacağıq da ki, Allah bizə ömür versin. Bəli. Amma heç kim həyatda heç nə sığortalanmayıb. Kimsə də deyə bilməz ki, bu hadisə mənim başıma gəlməyəcək. Bəli, bəli. Heç İnsan nədən insan. yaşlaşdıqca uşaqlaşır, sadələşir, İnsan inanır. zəif damarını tutmaq var, inandırmaq var. Bu hər adamın başına gələ bilər. Mən qınamıram sizi. Sadəcə çıxış yolu tapmaq lazımdır ki, indi nəsə köməklik sağ olsunlar, televiziya vasitəsilə. Biz qanunlara hörmət eləməyəndə belə şeylər bizim başımıza Amma gəlir. bir şey üzr istəyirəm Qəni müəllim. Axı bu qanunla bax siz çox gözəl dediniz. O savadlı adamlar məşğul olmalıdır. Bu öz yerində. Axı bu mən ev satıram, o ev alır. Orada hər hansı bir etibarnamə lazım. Bu adamla bunu tanış eləyir. Bu adam satır, deyir mənə ev alan adam tap. O da deyir ki, mən ev almaq istəyirəm, mənə ev satan adam tap. Burada axı heç bir, onun ancaq haqqın vermək lazımdır. Neçə faizsə alırlar və sağ ol, vəssalam. Burada heç bir daveriyadan söhbət, etibardan söhbət getmir, inamdan söhbət. Pulun verirsən, çıxır gedir də bir-biri ilə tanış elədilər, vəssalam. maraqlı Bu nədir? sadəcə bu insan, vəkil də aldadıb onu, savadlı, dövlət tərəfindən, yəni təsdiq olunmuş vəkildir. Və aldadıb bu xanım. Biz belə bilmirik. Xanım söyləyir vəkildir. Vəkil deyil. Bilirsiniz, maraqlı Yox, nədir? vəkillər bürosunda Maraqlı odur ki, işləyir, Toğrul biz müəllim. xanımın ancaq dediklərinə qulaq asırıq. Əks tərəfin dediklərini eşitmirik. Bizim hər birimizin ixtiyarımız var ki, mənəvi ixtiyarımız var. Hətta qanunlarla ixtiyarımız var ki, öz nəfimizə, öz xeyrimizə yalan da danışa bilərik. Yəni qanun buna icazə verir ki, özümüzü qorumaq üçün biz yalan danışaq. Qanun buna icazə verir. O başqa bir söhbətin mövzusudur ki, biz o biri tərəfin dediyini, biz xanıma inanırıq. Lakin əks tərəfin dediklərini biz görmürük, eşitmirik. Biz əks tərəfin, məhkəmə isə bunu görür. Əks tərəfi də görür, bunu da görür. Ona görə o qərar çıxardanda məhz onların təqdim elədiyi hansısa Düzgün araşdırmalıdır. dəlilləri, yox, bilirsiniz maraqlı nədir? Biz bilmirik, biz belə deyək də, mən məhkəmələrdə bir-iki dəfə olmuşam, mən görürəm ki, məhkəmələrdə əsasən nəyin üstündə döyəcləyirlər? Siz dəlil təklif eləməlisiniz, təqdim eləməlisiniz. O başqa söhbətin mövzusudur ki, hakimlər bu günləri deyək ki, hansısa təşkilatlara toxunmurlar, hansısa bir təşkilatlara qərar çıxartma, onların dediklərini sənin dediklərindən daha düzgün sayırlar. Belələri çoxdur.
Amma bu günləri bu xanımın günahı ondadır ki, olan qanunları, həyatımızın qanunlarını, dövlətimizin qanunlarını hamısının üstündən xətt çəkir. Sadəcə olaraq bir dənə mən ölümlə, bir dənə sən ölümlə, bir dənə qurban olumla varidatını kiməsə etibar eləyir. Sonra da ki, bunun axırı da gəlir belə bir şey. Könül xanım, birinci mərtəbəni də orada sübut eləmək istəyirdi ki, güya ki, mən tikməmişəm. Məndə telefonumda şəkildə var, məhkəməyə də sübut elədim. Prosta məhkəmə ilə onlar o vəkili Mənim üçün maraqlıdır, bilirsiniz nədir? Yaxşı. sübut elədim onu da. Bax, mən sizə bir söz deyim. Mənim üçün maraqlı odur ki, bax, həmin şəxs deyir ki, yəni sizin sözünüzə rəhmət söyləyirəm ki, həmin şəxs deyib ki, yəni bu evi mən tikmişəm, hə? Yəni, ikinci mərtəbəni Mənim üçün maraqlıdır. O sizin adınıza olan torpaqda o özü üçün ev nöştü girdi, gedərdi. Bəli. əlavə yerdə ev Etibarnamə alar. verir bax. Etibarnaməyə görə. deyir ki, Etibarnamə alacağım da. onun üçündür ki, o hansısa bir sənədi gedib onun əvəzinə həll eləyə bilər. Bu etibarnamə Bəli. demir ki, mənim üçün ev Yox, keç elə qoyur. sənəd nə deməkdir? Bax, bu günləri bizim əksər, mən bayaqları soruşdum ki, oranın ünvanı var. Ona Bəli, var. Kim verib ünvanı? Qəsəbə Soveti? Mən onu kupça alanda, torpağın Kupça kupçasını alanda, alanda, çıxarış alanda. Bəli. Bəli. Hə, deməli ünvanı var. Deməli ünvanı olan bir yer artıq varsa, hətta balaca bir çumadırsa da ona etibarnamə işləyirsə orada, artıq sən vermisənsə, orada o 2 mərtəbə də tikə bilər, 5 mərtəbə də tikə bilər. Bu onun öz ixtiyarındadır. Əlbəttə qanunları biz çoxunu pozuruq. Amma o gedib deyək ki, cizgilərini icra hakimiyyətində təsdiq elətdirməlidir. Onlar buna rəy verməlidirlər və ilə bütün bunlar hamısı var. Lakin biz çoxunu pozuruq yaxı, özümüz pozuruq. Qanunvericiliyin pozulma prosesi hər addımda getdiyinə görə, yəni biz çox vaxt onun kökünü gedib tapaq. Siz özünüz dediniz ki, Malaxov orada. Bəli. Orada o qədər ailələr var ki, çölə atılıb. Heç nə sübut eləyə bilmir. Çünki qol çəkiblər onlar. Hamısının qolu var orada. Bax, söylüyorsunuz ki, etibarnamə var. Mən sual verdim xanıma, eyni zamanda mən özüm də özümə sual verirəm ki, lap tutalım ki, bu adam necə idi xanım deyir, məhkəməyə müraciət edib ki, 67 min mən o evə pul qoymuşam. İnşa eləmişəm. Aydındır. 67 min bu xərcləyib. Mənim üçün maraqlıdır. Sən əlində olan 67 mini xanımın evinə niyə xərcləyirdin? Elə gedərdin özün üçün. Etibarnamə. Qızının evini Bax, təmir deyirsiniz ki, eləyər. etibarnamə. Yaxşı, bunu da başa düşdük. Və 67 mini xərcləyəndə 100 manatı verəndə sənəd yazdırır, qol çəkdirir. 67 min xərcləyir, qol çəkdirir. Etibarnamə var əlində. Onun üstündə döyəcləyir də. Hətta bu ləğv elətdirsə də, gedib məsəl üçün etibarnamənin ləğv elətdirib. O məhkəmə qaydası ilə, sübut eləyəcək məhkəmə qaydası ilə onu təzədən bərpa elətdirəcək. Evdən heç nə eləyə bilmirlər. Çünki qeydiyyatdayam, torpaq da mənim adımadır, ev də mənim adımadır. Prosta özünün pis hər zatları ilə də televizorda deyə bilmirəm. Ünvana qeydiyyatdasın. Bəli, mən o həmin evdə, məndən başqa heç kim orada İndi qeydiyyat siz edir. harada yaşayırsınız? Elə mən həmin evdə. Mən oranı təzədən xərc çəkmişəm, sef qapını təzədən alıb qoymuşam. Ağzımı elə bil mən borca çalıb, baxın, mən hər yerdə borcluyam. Maaşım ki 50% kəsilib, ondan belə düzəldirəm, nisiyə nağdı, qapılar, köhnə qapı, gəlib baxsalar hamısını görəcəklər. Hamam biraz bərpa eləmişəm, kapel mexlağı yoxdur, köhnə qapılar qoymuşam. Yəni bir təhər özümü, yəni orada qalıram da Bax, yəni. dediniz qardaşım var, amma söylədiniz ki, qardaşınız deyəsən əlildir, eləmi? Hə, ikinci qrup əlildir gözdən. Gözdən əlildir. Qardaşınızın balasının neçə yaşı var? Hərbiçidir. Bəlkə elə o vaxtı qardaşınızın balasına müraciət etsəydiniz ki, ay bala, sizin üçün, mənim üçün bir dənə burada ev eləyək 2 mərtəbəli, bir mərtəbəsində siz qalın, bir vallah deyirəm, bəlkə O də... hərbidə işləyirdi deyim Beyləqanda. O uşaq mamam saxlayıb o körpəlikdən. Həmin o dediyim uşaq. Elə mənim elə bir oğlum kimi sayılır. Həmin o orada uzaqdaydı, o heç nə kömək eləyə bilmirdi. O ayda ildə bir dəfə gəlirdi. O da gəlib belə şeyləri görəndə çox pis oldu. İndi qalıb çıxılmaz məsələ ki, bir-birimə nətər kömək edeyim sənə. O da heç nə eləyə bilmir. Çünki nə etibarnamə vermişəm, etibarnamə də dayandırmışam da o şey. Bu kupça var ha, evin kupçası. Çıxarış, hə. Çıxarış. Onlar hamısı mənim adımadır. O etibarnamə ilə heç öz adına da yazdıra bilmir. Əgər onu dursa yazaydılar da. Mən hamısında özüm olmuşam. Pulumu da özüm vermişəm, özüm eləmişəm hamısında.
Etibarnamə vermiş olsam da kupçamı yəni özüm əziyyət çəkmişəm. Yəni ev mənim olduğuna görə. Səninki idisə, onda etibarnamə ilə yazdıraydım öz adıma da. Ax, sənin deyil axı bu. Sən bilirsən ki, mən pulu vermişəm, mən arxayınam ki, mən gəlib... Bax, siz bizə gəldiniz, istəyiniz nə idi? İstəyəm odur ki, 67 min məndən uzaqlaşdırsın, mən ona pul borcum yoxdur. Vermək də fikrim yoxdur. Çünki mənim iş verməyə pulum da yoxdur. Çünki mən o evə əziyyət çəkmişəm, gəlsinlər evə də baxsınlar, sizdən kim istəyir baxsın. Mənim o evə çəkdiyim əziyyətin özüm mən verdiyim 3 bank götürmüşəm, bankdan pul götürmüşəm. Bir də ki, o dediyim kimi, evi satmışam. Deməli, bir mərtəbəli 60 kvadratlıq Bəli, 60 kvadratdır. sizdə 180, indi 180-dir. Mən başqa söz deyirəm. 60 kvadratlıq bir evi bütün müxəllifatı ilə, divarı ilə, patoloqu ilə, damı ilə, suyu ilə, işığı ilə, nə bilim nə, kanalizasiyası, quyusu ilə hamısı başa gəlir 19 min. Özün eləyəndə 19 minə başa gəlir. Mən eləmişəm, onu gördüm. Bilirəm, özün eləyəndə bilirsən, nə olur. Necə olur ki, orada 67 min sizə nə cür oxuya bilərlər axı? Mən də yandıran odur da ki, bu evdə nə yaşaboy yoxdur. Orada yazılır İkinci paket. mərtəbələ yoxdur ki. İkinci mərtəbə var. İkinci mərtəbədə var, mansar da var. Amma məsələ burasındadır ki, birinci mərtəbənin polu patoloğu özəki haldan elətdirmişəm də mən. Qızınınkində də elə elətdirmişdim, 12 manatlı kvadratı. Mən gedirdim işə, işdə də nəsə bir şalqaya satırdım. Onun qızının evi indi nə oldu? Eləcə bəziyir, düzüyür da, məndən çıxıb da, o məhkəmədə olubdur da, o məsələ. Pulum da qaytarmır. 4500 mənə elədiyim remont yoxdur. Mən şirkətdə mənə kömək elədi axı. Mən o boyda eləyə bilməzdim də, 36 minə çatdıra bilməzdim. Siz burada özünüz fikirləşirsiniz ki, yəni bu qız niyə bu demir? Şirkət də mənə kömək elədi. Bir də kontaktdan mən mal götürdüm, usta tutmuşdum. Usta da pulu verə bilməndə elə bu qızına xeyir iş eləyirdim, mal material. 4500 elə mənim o əvvəl o evə girməmişdən, girəndən sonra xərclədiyimdir. Evə girəndə pol yoxdur, patron yoxdur. Onları kafelmetlə hamama, tualetə üzr istəyirəm, kuxniya, santenik işləri, balkon tikmək, divar qaldı. Konkret küllü miqdarda puldan söhbət gedir burada. Bəli, Yəni, bəli. 5 manat, 3 manat, 1000 manat, 2 manat deyil, burada böyük Mən pul məbləğdən istəyirəm gedir. deyin. O bilir ki, mən tək adamam, mən heç eləyə bilmirəm də. Məhkəmədə fakt göstərdi ki, mən heç nə eləyə bilmədim. O qədər sübutları qoydum, xeyir O olmadı. necə o evdə yaşayar? O necə o pulu yeyər? O Yeyir qızının də. evini təmir elətdirdi. Ondan sonra yenidən sizə 4500 məhkəməyə verir. O necə, yoldaş onlar vəkil, necə o mənə evdə pul yazıbdı o yaşayırlar? evə. Aboy, santenik işi, kombi sistemi, balkon tikmişəm, divarları qaldırmışam. İtato qızın evinə də mənə yazıb 4500. 4500 bilsən hansı puldur? Mən şirkətlə 3500 müqaviləyə qol çəkmişdim. 700-ü vermişdim, 2800. Bu dəqiqədə mən o pulu verə bilmirəm. Verməliyəm də, onsa verə bilsəm, verə bilməsəm də. Çünki mənim üstümdə müqaviləyə qol çəkmişəm. Kontaktda da ki, usta ki iş görmür, o məndən pulsuz eləməyəcək ki, özüm isə qabağa baxma, indi bahadır. Aydındır. Mən Namiq müəllimə 4500 soruşmaq oldu. istərdim, üzr istəyirəm. Namiq müəllim, siz söylədiniz ki, əlaqə saxlamaq lazımdır. Hara ilə əlaqə saxladınız? Həmin bundan bağlı bütün apelsiya şikayətinin tətbiq olunmağı, təbii ki, bu formada verilən apelsiya şikayəti, yəni ümumiyyətlə mümkün deyil, qəbul olunmalı. Siz hara ilə əlaqə saxladınız hal-hazır? Turan məhkəməsinə əlaqə saxlayıb, çox belə bir şikayət daxil olunmayıb. Yəni, Olmayıb. Bəli, bəli. Çünki elektron məhkəmə sistemində Bir dəqiqə. Aha. Buyurun. Bu nə ilə bağlıdır Könül xanım? Hal-hazırda elektron informasiya məhkəmə sistemi qurulub, hazırki dövrdə müasir sistem, müasir üslubda. Yəni hazırki vəziyyətdə həmin o şikayətlərin daxil deyimsə, apelsiya şikayətlərinin qeydiyyata alınmağı özü vəkillər özləri, hətta bir çox vəkillər onun daxil olmada çətinlik çəkirlər. Aha. Yəni sizə bunu bildirim. Və qalmışdı bu hüquqi savad olmayan, yəni bir xanımın ora daxil olub, asan imza ilə daxil olub apelsiya şikayəti göndərməyi təbii ki, qeyri-mümkündür. Qeyri-mümkündür. Bəli, Siz bəli. Sabunçu rayon məhkəməsinə zəng elədiniz də indi Bəli, bəli. hal-hazırda və söylədilər ki, bizə müraciət daxil Yox. olmayıb. çox Poçta sağ ol. qəbzim də var, mən göndərdiyim Elektron məhkəmə məhkəmə qəbzim də var. sistemində, xanım, bu poçt qəbzi ilə göndərilmir. O elektron məhkəmə sistemində apelsiya şikayətinin verilmə qaydası var, nəzərdə tutulub. Siz ora daxil olursunuz, asan imza vasitəsilə ya elektron imzadan vasitəsilə daxil olursunuz və orada doldurulmalı qrafalar var. Hər bir halda apelsiya şikayətinin doldurulma Namiq müəllim, qrafası var. gəl razılaşaq ki, xanım belə deyək də onları bilmir.
Bəli, bəli. Yəni o aləmdən uzaq olan bir şəxsdir. Bəli. Ona dəstək olmaq lazımdır. Bundan sonra xanım hansı addım atmalıdır? Gəlin belə cümləni quraq. Bundan sonra biz Bəli. bir komanda olaraq xanıma hansı köməklik göstərə bilərik? O köməkli ola bilər ki, Könül xanım, yəqin ki, xanım o şikayəti qətnamədən çıxarışı yox, birinci qətnaməni almalıdır. Çünki siz tam formada qətnaməni almısınızmı xanım? O verdiyi odur. Verilən bu qətnamədən çıxarışdır. onlar Bu eləmir. qətnamədən çıxarışda ilkin formada məhkəmə sonunda elan olunan son hissəvi bir çıxarışdır. Yəni ki, tam mətn deyil. Siz müraciət edə bilərsiniz xanım şəxsə, qətnaməni rəsmi qaydada almamışsınızsa, qətnaməni rəsmi qaydada müraciət edib alın və Həmin aldığınız şəxsə vaxtda talihdən, xeyr, Məhkəmədən. məhkəmədən, aha. Bəli, müraciət edib qətnaməni alsın və aldığınız vaxtdan da rəsmi olaraq bir ay müddətində şikayət vermə hüququnuz var. Və müraciət eləyin, keyfiyyətli peşəkar hüquqşünaslara, vəkillərə müraciət eləyin. Bununla bağlı, yəni apelsiya şikayətini tərtib edib göndərə bilərsiniz xanım. Nabil Yəni, bəy, bu mən formada üzr yox. istəyirəm, bir sual verim. Axı, sizin məhkəməniz nə vaxt olmuşdu? 2 il çəkdi bizim məhkəmə. 2 ildən sonra apellyasiyaya müraciət etmək olarmı? Xeyr, Könül xanım, 18 iyun 2021-ci il tarixdə məhkəmə qətnaməsi elan olundu. Bu il 2021-ci il qətnaməsi. Uzun çəkdi, burada qutardı da, həmin vaxtda qutardı, o söylədiyi kimi. Hə, sizin məhkəməyə müraciət etməyiniz 2 ilə yaxındır. mən Belə ki- başa düşdüm. Hə, Ola bilər ki, 2 il uzun çək. müddətində ya bir Baxılıb. araşdırma gedib olur, orada Könül xanım işlər araşdırması ilə bağlı Sonra ekspertiza pandemiya rəyləri, düşdü, pandemiya, Bəli, pandemiya yəni düşdü. məsələ biraz uzana bilər. Bəli, o təbii ki, mümkün olur o işlər. Çünki bir çox işlər ekspertiza mərkəzlərinə gedir. Ekspertizanın rəyinin verilməyi bir müddət çəkir. Yəni digər hallarla bağlı sübut etmə iddialar var, burada qarşılıqlı iddia var. Yəni işin İndi həcmi ilə qərar bağlı söylədiniz ki, iyuna, yay iyul ayında, bəli. İyul ayında. Bəli. İyul Sadəcə ayında. qətnamədən çıxarış verilib xanıma. Xanıma qətnamənin tam mətni verilməyib. Bu da təxmini bir 5-6 ay vaxtdır. Bəli. Gecikmir ki, xanım. Onu deyirəm də, Könül xanım, əgər xanım rəsmi qaydada bunu tam formada mətnini qəbul eləməyibsə, Eləməmişim. gecikməyib. Rəsmi qaydada müraciət edib qətnamənin tam formada mətnini alıb, mətndə qeyd olunurdu. Orada hansı hakim işə baxan birinci instansiya məhkəməsi nəyə görə iddianı hansı hissədə rədd edib, hansı hissədə təmin edib. O qətnamədə tam açıqlanır. Qətnamənin mətnini, məzmununu bilmədən ondan şikayət verilməyi təbii ki, mümkünsüzdür. Qeyri-mümkündür. Bəli, Onda alaram nəticə da. hissəsi qeyd olunur orada Könül xanım qətnamədən çıxarışda. Nəticə hissəsindən də şikayət verilməyi təbii ki, mümkün deyil. Çünki hakimin hansı əsaslara istinad eləməyi, qanunvericiliyin hansı normallarına istinad eləməyi qətnamədən çıxarışda müəyyən etmək mümkün deyil. Yəqin ki, xanımın poçt ünvanı, yaşayış ünvanı dəqiq olmadığına görə ola bilər Yox, ki, dəqiqdir gəlib ünvanı. geri qayıdıb, Ünvanı poçt dəqiqdir. şöbəsinə əlaqə saxlaya bilər. Əgər saxlaya bilmirsə, bunu məhkəməyə rəsmən müraciət edib, qətnaməni tam formada alıb, aldığı tarixdən də bir ay müddətində mübahisələndirə bilər. Mən bir sual da verim. Demək ki, xanım getməlidir məhkəməyə. Bəli. Məhkəməyə getdikdən sonra eşidirsiniz də yəqin. Bəli. Məhkəməyə getdikdən sonra siz tam şəkildə belə deyək, qətnaməni istəsin. Bəli. Tam şəkildə qətnaməni istəyirsiniz. İstəyirəm. Siz o qətnaməni oradan götürdükdən sonra, yəni siz kimisə göndərməyin də özünüz Yox, gedin. mənim kimim yoxdur getməyə, özüm gedəcəm. Hə, gedirsiniz oradan istəyirsiniz və onu götürürsüz. Götürdükdən sonra isə gəlin, mənə elə gəl ki, biz onun üçün bir ərzəyik. Çünki yenə də kiməsə pul verəcək, yenə də aldadılacaq, yenə də düzgün ünvanlanmayacaq o məktubu. Bundan əlavə siz ümumiyyətlə poçtdan, poçt vasitəsilə nəyisə göndərmək istəyirsinizsə və sizin məktubunuz, belə deyək, sizin yaşadığınız əraziyə cavabı gəlmirsə, demək orada nəsə bir problem var. Üzr Yaxşı istəyirəm, olar gəlir, ki, yox. poçtun ünvanı verilər Bəli. və özünüz gedib poçtdan da götürə bilərsiniz. Yox, üzr istəyirəm, mənə zəng eləyirlər onlar. Aha. Mənim Unibankə borcum var da. Hə, bankın adı Hə, də kiminə? bankə borcum var, bu o vaxtdan qalıb, bu evə görə. Aha. Hə, ki mənə götürdürüb, mən o biləri zora vermişəm bir zülmlə, bu qalıb üstümdə. Mən oradan mənə neçə dəfə gəlib, mən yazmışam, imkanım yoxdur, uzanıb da, vaxt uzanıb. Verə bilmirəm, baxın, 7-lik yazır, 7-lik də başa gəlir, həmin puldan. O şişib olub 6.000. Mən o 6.000-i verə bilmirəm, sözün düzü imkanım yoxdur. Çünki mənim maaşımı da kəsirlər, o demirəm, kontaktdan ki, mal götürməmişəm, verə bilmirəm. Siz bilmirsiniz, Talih harda yaşayır, onun ev ünvanını Talih bilmirsiniz. gəlir Vişnovkaya gedir, orada 100 dənə onun özünə məxsus evləri var da, obyektləri, amma orada yaşamır.
Amma deyir, Axı siz əvvəldən dediniz ki, o mənimlə bacı qardaş kimi idi. Elə orada kətdə. Yəni bacı olaraq qardaşın yaşadığı evi bilirdi. yox, tanımıram. Orada mən müqavilə bağlamışam, vəkil müəllim. Siz də bana qəribə Orada ünvan adamsınız. yazıb, Tanımırsınız, orada amma ünvan yazıb, bütün bilmirəm, orada qanun yaşayır dövləti yoxsa yox. etibar Onunla edirsən. görüşdüyüm yerlər ancaq neftçilər olub. Evə zada getməmişəm. Neftçilər bir də Vişnovkada evimə görə nə çətinlik olanda etibarla mən eləyə bilmirəm axı. Çünki onun deyil, ham bilir onun deyil. Onda özüm orada hamısında mən nə lazımdır, öz evimdə nə lazım olub iştirak eləmişəm. Baxmayaraq ki, mən evin məsələn ikinci mərtəbəsində mən tikiləndə ustaların Bax, yanında olmamışam. söylədiniz ki, Bəli. bəzədə də qeyd eləmişsiniz ki, mənim evimdən mənə məxsus olan əşyalar... Bəli, oğranıb. Bax, siz İkisindən söylürsünüz, də. oğurlanıb, mən deyirəm götürülüb. Yaxşı, götürülüb. Əşyalar mənimsənilib kimsə tərəfindən. Bununla bağlı polisə də müraciət etmişsiniz. 102-yə də müraciət. Olmazdımı ki, siz polisə, efirə çıxmamaq əvəzinə, polisə getmək əvəzinə 2 il bundan qabaq gedərdiniz, onun özü ilə görüşərdiniz ki, ay bala, Görüşürəm də. axı o əşyaları səninlə bir yerdə alıb qoymuşam. Mənə deyir ki, özünü oğramısan. Bax, mən niyə öz işığımı, soçumu oğurlayıram, mən qaranlıqda qalmalıyam mən. İşıqçı gəlsin məni cərmələsin. Yaxşı, o deyir ki, siz götürmüsünüz. Hə, işıqçılara da deyib ki, özü Aydın, götürür. siz bəhara qoymuşam. Və mən işığımı tapıb özümə baxma, evimdə işıq eləməliyəm axı. Onlarla hamısı ilə da bu efirdə Bax, deyəm. indi Namiq müəllim, indi maraqlıdır. Bax, bu xanıma aid olan əşyalar da evdən götürülür, düzdürmü? Bəli, Buna nə ad vermək olar? Kör xanım o 102 xidmətinə zəng edibsə, çox gümanlı xanımın ərizəsi qeydiyyata alınır. Gəlib baxıb O baxıb. qeydiyyatın nəticəsi olaraq, yəni ki, yəqin ki, hər hansı bir qərar qəbul olunub. Yəni ola bilməz ki, araşdırma aparılır. Yox, mənim üçün maraqlıdır. Qanunla baxanda Bəli. mənə aid olan əşyanı Gündüz xanım mənim icazəm olmadan götürürsə, Bəli, onun o- adı nədir? Onun adı oğurluq. Oğul. Hələ qızın evini Talib qaytardığım Tağıyev, şeydir. sizə üzümüzü tutub söyləyirik. Siz Gündüz xanım İsmayılovaya aid olan əşyaları mənimsəmisiniz. Hal-hazırda efirdə Gündüz xanım İsmayılova söyləyir ki, siz onun əşyalarını oğurlamısınız. Bunu mən söyləmədim. Bunu dəfələrlə Gündüz xanım söylədi. Mən hər zaman dedim ki, götürülüb, xanım isə söylədi ki, xeyr, oğurlanıb. Xahiş edirik efir vasitəsilə, əgər xanım yalan danışırsa, xanımın dediklərində yanlışlıq varsa, mütləq bizimlə əlaqə saxlayın. Yəni, əgər bu xanımın söylədikləri yalansa, qoy nəyə görə sizin adınız, soyadınız Talib Tağıyev oğrudur deyə səslənsin, nəyə görə? Yəni, bu olmasın deyə siz bizimlə əlaqə saxlayın. 018 648 08 47. Təkrar edirəm. 018 648 08 47. Xanım sizin haqqınızda bu fikirləri söyləyir. Xanım çox çətin bir duruma düşüb, çox çətin bir vəziyyətə düşüb. Söyləyirsiniz ki, yəqin fikirləşmişsiniz tənha qadındır, bilmirəm. Amma o tək deyil. Yəni onu biləsiniz, o tək deyil. O gəlib dünya televiziyasına. İndi bilmirik, onun dediklərinə qulaq asdıq. İndi isə sizi dinləyərik. Böyük məmnuniyyətlə dinləmək istərdim sizi, Talib. Mənim üçün maraqlıdır. Siz bizim verdiyimiz suallara cavab verəcəksiniz. Mənim üçün maraqlıdır. Bax, siz onun qızının evində təmir işləri apardınız. Bəli. Onun evindən ola bilər ki, sabahki gün Talib də gəlib deyər ki, mənim qızımın evində ona məxsus olan hansısa bir əşyaları götürdü. Naborda özü götürür. Mən təhvil vermədim evi. Dedim, gedim ora, bu evdəki qapını açıb girməmişəm öz evimə. Haçar məndə idi axı qızın evindən sonra, təhvil verməmişdim. Dedim, orada mənim özümə aid olan şeylər yoxdur, özümün, məsələn, qapım, artıq şeylərim orada, mənim çox şeyim vardı, daşım, zadım, hər şeyim vardı. Getdim ki, qıfılı dəyişib.
Qızının da evində. Bəli, əlimi Qurana qoyaram, and içirəm ki, mən hamısı həqiqət deməm. Hər şeylərimi, orada da genə mənə şey satıbdı, emüsiya satıbdı, ondan sonra nə satmayıb, məsələn, nə əlavə. Onların hamısını özünə götürüb. Mənə lazım olmayan şey də, olan şey də varsa o evdə. Artıqlaması ilə də satıb, mənə verib, mən pulumu vermişəm. Nə verib? Mən ki, getdim ki, mənə orada evdə lazım deyil, mən bu evdə istifadə edeyim də ondan. Çünki bu evdə əlini atırsan, hamamında heç nə yoxdur. Heç bir şey yoxdur. Yəni, hamam quruca torpaqdır. Hamamın bütün işlərini özüm görmüşəm. Evə girəndə evdə ancaq quşlar ölmüşdü, daşlar, maşlar. Mən o evi bir zülümlə işıq məsələsinin zadını bir təhər də gedib baxsalar görəcək. İşte zülüm çəkmişəm orada. Elə bu saat da zülüm deyəm. Donduram orada, ölürəm, qazım yox, işığı çəkəmirəm, qazı çəkəmirəm. İki tərəfli mənə zərbə vurub. Həm puldan, həm də mal materialından. Mən ikincini gedib kredit götürə bilmirəm. Harada gedirəm, deyilə get pulu ödə. Çünki mənim adım qara siyahda qalıb orada. Eləyə bilməm. Çünki kim eləyib bunu özü eləyir. Mən banklara bağlı bildirim ki, yəni bir çox vətəndaşlar gedirlər birinci məhkəmələrə iştirak eləyəndə, yəni sadəcə belə danışmaqla işlərini bitmiş hesab edirlər. Yəni ki, mən bunu danışdımsa, deməli hakim mənə inanmalıdır. Təbii ki, hakim ümumi sözlərə, yəni inanmağı qeyri-mümkündür. Təbii, hər bir sözün arxasında sübut olmalıdır. Yenə də deyirəm, məsələn, indiki dövrdə inzibati prosessual məcəllərlə inzibati icraat qaydasında baxılan işlərdə hakimlər vətəndaşlara yardım etməyə, düzgün iddia formalarını dəqiqləşdirməyə, yardım eləməyə borcludular. Eləyirlər də ki, inzibati orqanlara qarşı, sanki dövlət orqanlara qarşı qaldıran iddialarda, sadəcə mülki prosessual məcəllərlə, yəni mülki qaydada aparılan hər iki tərəfi vətəndaş olan mülki işlərdə, çəkişmələrdə hakimin tərəflərdən birinə və ya hər ikisinə kömək etmək hüququ ya vəzifəsi yoxdur. Bir mənalı sübut etmək yükü, yenə də bir daha bildirirəm ki, mülki prosessual məcəllərin 14-cü maddəsi var, 77-ci maddəsi var. Birbaşa sübut etmək yükü tərəflərə məxsusdur. Tərəf lap bir saatda çıxış eləyə bilər. Sadəcə qarşı tərəf bir dənə sənəd təqdim etməkdən o bir saat etdiyi çıxışı tamamilə sıfır qaydada ola bilərək tək bir dənə təqdim olunan sənəd sübut. Əsas götürülə bilər və həmin o bir şəxsin təqdim etdiyi sənəd sübut kimi götürülməklə qarşı tərəfin iddiası təmin oluna bilər. Nə olsun ki, yəni bir tərəf 1 saat, 2 saat çıxış edib, yəni çıxışa diqqət verilmir. Əsas yenə də bir daha bildirin ki, sübutlardır. Və xanımın dediyi kimi, orada çəkilən xərclərlə də bağlı və orada iştirak edən ustalara verilən xərclər və həmin o ustaları da şəxs xanım kimin vasitəsilə tanıyıb və ustaların özünü də təqdim etməklə ki, filan usta gəlsin şahid qismində dindirilsin. Namiq müəllim, bax bunları indi ətraflı danışarsınız. Mən üçün bir sizinlə maraqlıdır. Lap xanım gedib məhkəmədə 1 saat danışıb. Qarşı tərəf hansı sübutu göstərib ki, qarşı tərəf haqlı çıxıb? Mən onu deyirəm də, Könül xanım, qarşı tərəf vəkillə təmsil olunub. Təbii ki, bu vəkil də məhkəmə hər hansı birində bu təqdim edilən qətnamədən çıxarışdan onu müəyyən etmək qeyri-mümkündür. Çünki konkret olaraq nəticə hissəsi qeyd olunub qətnamədən çıxarışda. Hansı ki, sənədlər ki, təqdim olunub, o qətnaməni də müəyyən eləmək olar və qətnamədə qeyd olunan halların əsassız olmağını xanım öz argumentlərlə əsaslandırmalıdır. Məsələn, elə bir şeylər ola bilər ki, xanım versin ödənişi, xanım eləsin, ancaq sadəcə qarşı tərəf o sübutu götürsün, özünə aid eləsin. Yəni, bu hallar mümkündür. Məsələn, tutaq ki, hər hansı bir təmir xərcləri ilə bağlı, məsələn, nəyinsə alınmağı ilə bağlı, xanım sübut eləsə ki, bu, məsələn, emusiyadır, çəkilişdir və digər daşdır, qumdur, çıngıldır, bunu xərcləyib, alıb. Verib pulu da... Pulu mən vermişəm, mən almamışam. Ancaq bir iş var. Mənim adım ustam yoxdur, birinci mərtəbəni tikən. Onu getdi, hədələdi, qoymadı gəlməyə. Bütün o işləri o görür. Bütün işləri... Və etibardan sui-istifadə edir. Xanım inanıb ona, bu pul da ki, birbaşa ona təqdim edirsə, o qarşı tərəf... Ustaya bu pul verməyib. Bəli, mən ustaları, ikinci mərtəbənin ustalarını görməmişəm, pulu vermişəm. Bir dənə söz deyim sizə. Bu mənim adicə birinci mərtəbəni tikən ustam yoxdur. Mən gedib ona dedim ki, gələrsən, tikmisən də, orada fakt bir dənə dayanışarsan. Getdi onu hədələdi, neynədi, mənim də neçə dəfə üstümə maşın sürür. Mənim neçə dəfə öldürmək fikrinə düşüb. Ki, yəni, mənim işləri, mən düzüm qoşum, mənim xeyrim olsun. O şahidlərinə də hamısına rüşvət verib gətirib ora. Mən sizə bir söz deyim. Siz bayaq söylədiniz ki, Talih Tağıyevin əlaqə nömrəsini bilirsiniz. Bəli, bilirəm. Əzbər bilmirsiniz sadəcə olaraq. Əzbər həmişə bilirdim, indi mən onun əzbər yedim. Sizin telefonunuzu mən sizə verim. Siz Portveldədir. Bir dəqiqə, bax buradadır. Portveldədir. Hə.
nömrəni tapın. Ya telefonu bağlamışdım, benim də Hə, açılsın. ev yoxdur. Telefonu açın. Əzbər deməyin. Mənə verərsiniz, mən özüm ola bilsin söyləyirsiniz ki, mənim telefonumu götürmür, yəni sizin telefonunuzu cavablandırmır. Siz nömrəni verərsiniz, mən yığaram onu. Bəlkə mənim nömrəmi götürdü, mənim nömrəmi tanımır axı. Tanımın nömrəni babşa götürmür. Ümumiyyətlə götürmür. Bir dəfə gəlin bir İndi verəcəm sizə, yoxlayarsınız da. aha, İndi aha. Siz deməyin ki, nömrəni tapın, zəhmət olmasa. sonra deməyin ki, vermədi də. Yəni mən niyə görə öz işimi qarandan salıram? Bilirsiniz Könül xanım, bu bizim bəlamızdır ki, qısa müddətdə 3 günə, 5 günə tanıdıqları adama bu formada etimad göstərirlər, etibar eləyirlər, sonda da Son nəticəsi budur. nəticəsi bu hal olur. Özləri qalırlar Bəli. küçədə, evsiz, eşiksiz, şəraitsiz. Amma yenə də bax o şəxslərə üz tutub deyirik ki, onu bilin ki, siz o çörəyi rahat yeyə bilməyəcəksiniz. Qətiyyən. Üç Yəni gün əgər ərzində bu gün siz özünüz üçün şərait qurursunuzsa kimlərinsə hesabına, amma düşünün ki, bugünün sabahı da var. Sabah sizi nə gözləyir? Övladlarınızı nə gözləyir? Qətiyyən, söhbət tək belə deyək də, Talih Tağıyevdən getmir. Bəlkə xanımın dedikləri yalandır, bilmirəm. Ümumiyyətlə, bu işlə məşğul olanlar. Dəhşətli bir şeydir ki, Namiq müəllim, biz, xanım onunla heç bir qohumluq əlaqəsi yoxdur. Təbii. Xanım onu təsadüfən tanıyıb, ay bacı, 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 bacı deyə öz dilini acı eləyib. Yəni, bacı deyib, bu xanımı çöldə qoyub, bu xanımı bu vəziyyətdə qoyan şəxslər də var. Elələri var ki, doğmalar deyə, Bəli. xala oğlu, xala qızı. Xala oğlu gəlir, xala qızını pis vəziyyətə qoyur. Olmayıbmı? O qədər. Əmi oğlu gəlir, əmi qızını pis vəziyyətə qoyur. Əmi oğlu, əmi oğlunu, qardaş bacını. Olmayıbmı? Dəhşətli bir şeydir. Etibardan istifadə elə. Bu hamının qohumlarında olub. Valla mənim də qohumlarımda olub. Çox təəssüflər olsun. Ümumiyyətlə o insanı silmişəm. Öz qohumluq siyahımdan. O insan yoxdur bizim üçün. Bizim nəsil üçün yoxdur. Yəni olmaz belə. Etibardan sui-istifadə eləmək olmaz. Əgər mən sənə inanıramsa, mən sənə belə deyək, etibar edirəmsə, müəyyən məbləğdə pul verirəmsə, gəlirsən pul istəyəndə, pulu xərcləyəndə, mən istəyəndə artıq mən pis adam oluramsa, onda elə bu başdan verməkdir pulu. Maraqlı olur ki, biz həmişə günahlandırırıq ki, məsəl üçün, indi mən özüm də bu cür günah, deyir, köynək dana yaxın olanda həmişə adam başqa söz deyir də. İndi Könül xanıma qulaq asıram, deyir, biz bu bizim boğazımızdan gəlib zorla almayıblar. Biz öz xoşumuzla veririk. İnanıb verirsiniz. İnanırıq da. İnanırıq veririk. Və bizdə artıq səbir yoxdur. Dayanıb gözləyək, haçan bu quyuya su gələcək, bu gələcək bir belə deyək də qaşıqda bizə verəcək. Biz deyirik ki, yox, biz vermişik sənə. Sən də söz vermişdin ki, məsələn, sabah verəcəksən, bir gün verəcəksən, bir ildən sonra. Vermişsən, deməli, pis kişidir. Hacı, Bəlkə Hacı. həmin adam pis kişi deyil. Hacı, Bəli. səbir 1 il olur, 2 il olur, Siz məni başa 3 il düşmədiniz. olur, başa düşdüm, 3 il olur, Mən də sizin kimi 4 il düşünürəm. olur, 5 il olur. Amma o biri tərəfini həmişə 10 il səbirlə gözləmişəm. O biri tərəfini həmişə fikirləşmək lazımdır. Bizim ən Fikirləşdim, 10 il Məsələn gözlədim. üçün, bir nəfər var idi, yaxınlaşdı, dedi ki, belə verirsən. Amma sonra Bu birinci. mən özüm özümə deyirəm ki, əşi bu 0.70 məndən axı zorla almadı. Birinci 0.70'dən. Dillə aldı, şirin dillə 70 aldı, olan, yalvardı hə. aldı. Mən bu öz ürəyimə görə vermişəm də. Bilirsiniz, onu hadisə indiki dövrdə, yəni müasir cəmiyyətdə, müasir dövrdə, yəni adi dolayı yolla WhatsApp yazışmalarda, SMS-lər də, bunlar da sübut kimi nəzərə alınır. Bəli. Ki, məsələn, pulu vermirsə qohumdur, etimad göstərirsə, bir dənə WhatsApp-da yazırsan ki, qardaş, bu 5 manat sənə pul vermişdim, plan vaxtı mən Siz mənim başa düşmədiniz. Bildim. Biz bundan zorla nə tər alam, əslində qalsa verdiyin dalınca artıq sən baxmamalısan. Mən bunu düşünürəm. Bütün hallarda verdiklərimin 99% geri qayıtmır. Ehtimal yüksəkdir, təbii.
Yəni geri qayıtmır. Məbləğ çox olanda təbii ki, hər kəsin özünün Yəni də geri ehtiyacı var. fərqi yoxdur. Məbləğ az oldu, çox oldu. Verdiklərimin 99% geri qayıtmır. 1% bəlkə geri qayıdır. O da ki, belə deyək də, elə kənara çıxmadı da. Bu həyatın kənara çıxmalarıdır. Gəlin Talihə zəng eləyək görək. Hə, siz zəng eləyin, biz də söhbət eləyirik də. Yəni mən özüm də düşünürəm. Əlbəttə bizim düşüncə tərzimizdə bir çatışmamazlıq var. Biz deyirik ki, verdik, o mütləq geri qayıtır. Alo, bir dəqiqə. Alo, Bəli, bəli. salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Mən üzr istəyirəm, Talih Tağıyevdir. Bəli. Talih, sizi televiziyadan narahat edirlər. Könül xanımdır, Həbib qızı. Siz Gündüz xanım İsmailovanı tanıyırsınız. Bəli. Necə tanıyırsınız onu? Necə bizim işimiz məhkəmədədir, mülk işimiz var. Xanım söylüyor ki, siz onun etibarından sui-istifadə etmişsiniz. Mən onun etibarına. Bəli. Xanım, mən iş məhkəmədədir. Mən başa düşürəm iş məhkəmədədir. Eyni zamanda bu iş efirdədir. Yəni işıqlandırılır bu məsələ. Mən çox istəyərdim siz bizim efirdə iştirak edəsiniz. Sabahki efirimizə gələ bilərsiniz yoxsa yox? Xeyr, mən gələ bilmərəm, vəkil gələ bilər. Vəkillə əlaqə saxlayım. Olsun, olsun. Əlaqə saxlayın dedikdə biz sizə əlaqə nömrəmizi veririk. Hal-hazırda biz canlı efirdəyik. Siz bizim canlı efirimizlə əlaqə saxlayın. Yəni bu söhbət sizdən gedirsə, siz də əlaqə saxlayın da, sizə aid olan bir məsələdir. Amma çox istərdim ki, siz iştirak eləyəsiniz. Xeyr, mən iştirak edə bilmərəm. Vəkil iştirak edə bilər, bəlkə siz əlaqə saxlayın vəkillə. Mən sizə bir sual verim. İndi zəng eləmişik, danışırıqsa gəlin, heç olmasa bir-iki kəlmə danışaq sizlə. Olar mı? Olar mı? Aha. Xanım söylüyor ki, xanım etibar edib, etibarnamə yazıb sizin adınıza və siz o etibarnamədən istifadə edib, onun evində olan əşyaları belə mənimsəmisiniz. Bundan əlavə xanım sizin qızınıza aid olan evi təmir elətdirib və sonradan siz məhkəməyə müraciət etmisiniz. Söyləmisiniz ki, 67.000-i onun mənə verəcəyi var. Sizə sualım var. Əgər siz 67.000 pul xərcləyirdisə, siz onun evinə 67.000 niyə xərci qoyurdunuz? Elə həmin məbləğdə siz öz qızınızın evini təmir eləyərdiniz. Xeyr, o etibarnaməni o sizə verib, özü də ləğv elətdirib, yəni onu yoxlaya bilərsiniz. Bəli, özü söylədi ki, ləğv elətdirdim, çünki artıq etibardan sui-istifadəni gördüm. Mən ona, yox o bizə verib etibarnamə, mən ona harada etibarnamə vermişəm. Hər şey yoxlaya bilərsiniz, yəni bir tərəfli siz baxmayın o işə, yəni orada o çox şey deyir, yəni orada... Yox, biz bir tərəfli baxmırıq, biz elə iki tərəfli baxmaq istəyirik ki, sizə zəng elədik. Biz sizi efirdə, bayaqdan efir başlayandan, ilk dəqiqədən sizə çağırış edirik. Talih Tağıyev sizinlə danışmaq istəyirik, bizimlə əlaqə saxlayın, sizi eşitmək istəyirik. Baxmamışam axı, mən bilmirəm o efirdə hansı kanalda gedir bu, birinci mən işləyəm, ikincisi siz telefonla zəng vurmuşsunuz, mən sizə cavab Hə, lap yaxşı. Mən sizə təşəkkür edirəm ki, zəngimizə cavab verdiniz. Təşəkkür edirəm. Belə də ki, vəkillə əlaqə saxlaya bilərsiniz. 2 il bizim işimiz araşdırılıb məhkəmədə, Sabunçu rayon məhkəməsində 2 il iş gedib orada. Biz Sabunçu rayon məhkəməsi ilə də əlaqə saxladıq, yəni məlumatınız olsun. Xanım Dünya televiziyasına müraciət edib, ərizə ilə müraciət edib, sizinlə danışan da Dünya televiziyasında çalışan bir insandır, Könül Həbib qızıdır. Üz-üzə verilişindən canlı efirdəyik biz hal-hazırda və sizin səsiniz də canlı efirdə səslənir. Eyni zamanda xanım söylədi ki, xanımın sözlərinə əsaslanıb, deyirəm mən sizi tanımıram, ona görə də biz dəqiqləşdirmək istəyirik. Xanım söylədi ki, siz nəinki onu, siz eyni zamanda bir çox insanları da, belə deyək, insanların da etibarından istifadə etmişsiniz. Hətta xanım söylədi ki, o şəxslər Dünya televiziyasına gəlməyi də belə istəyirlər. O gəlsinlər, mən də deyirəm ki, mən də deyirəm ki, o xanım çox adamları anladı. İndi siz nə deyirsiniz buna? Xanımın aldatmaqda məqsədi nədir? Xanım tənha qadındır. Aldadıb nə qazanıb? Nə qazanıb? Peki, mənim bu dəqiqə hansı ki, mən evi tikmişəm, gedib o evin içində oturub. Siz özünüz araşdırın bunu, məhkəmə də var, vəkil də var. Araşdırın, məhkəmədə bu iş gedib, birinci məhkəmə qərarını verib, indi apellyasiya məhkəməsindədir. Əgər mənim nəsə səhvim varsa, orada apellyasiya məhkəməsi baxır, onun da vəkili var, bizim də vəkili. Mən bu işi danışmıram, yəni mən
Bizim sənədlərimizi götürüblər, subutlarımızı götürüblər, hər şey var orada. Kimsə sözlər buna eləmir. Yəqin ki, o boyda məhkəmə qurumlarıdır, Ədliyyə Naziri idi. Onlar hər şeyi araşdırırlar. Siz o xanımın evində olan əşyaları mənimsəmisiniz yoxsa yox? Xeyr, hansı əşya, nə əşya? Gətirsin o əşyanı bir, nə bilim, bilmirəm hanım. Elə bir şey var ki, Allah haqqı olmayıb. Yəni, nə əşya, Necə mən bilmirəm Allah onu. Sayğacdır, tikinti materiallarıdır, təmir üçün lazım olan materiallar. Nəyinsə, mən sayğacı nə edirəm, sayğac dövlətindir. Mən o sayğacı nə edirəm, xanım. O Birinci deyir, mərtəbə bir polun tərəfdə deyir, patoloğuna bunu ki, bu götürmüşəm. deyir. Mən də çox şey deyirəm, amma mən heç bir şey demirəm. O işə baxır məhkəmə, yəni mən də durub efirdə gəlir, nəsə xanımı pisliyim, ya kimisə yaxşılığına nəsə deyim. Mən o sayğacı nə edirəm, sayğac dövləti, bu sayğacı sadıqlara qoymaq olar. Hamısının üstündə kodu var, özünüz siz məndən yaxşı bilirsiniz bunu. Kimisə adlan sayğac. Elə bizim üçün də maraqlıdır ki, o sayğac Sayğac üstünə... bizdən uğurlanıb oradan, bizim ev, bu niyə bizi qabaqlayıb? Etibarnamələrini o ləğv elətdirib, notariusları yoxlayıb arasına hakimə. Sayğacı uğurlatdırıblar orada, biz getdik polisə müraciət eləmişik, bizim ərzəmiz var. Yəni, Uğurlatdırıb bir sözə baxın. Polis gəlib araşdırıb bizə arayış veriblər. Ya bizdə o da var, məktub var, polisin məktubu da var bizdə. Yəni biz onların hamısı qanun çərçivəsində eləmişik. Talih, sizin ilk dəfə probleminiz nə vaxt yarandı? Yəni əvvəl xanım söylədi ki, çox biz mehriban olmuşuq, çox. Bəli, bəli. İlk problemimiz o balaca ev bizdə var idi. O xanımla biz o torpaq satmışdı o xanım mənə. O torpağı aldım, orada ev tikdim mən. Sonra xanım gəldi, bizdən bir balaca ev var orada, onu behləşdik bizimlə. Onu da yazmışam mən. Hər bir şey var orada, notarius kağızı var, behin müqaviləsi var. Məhkəmə bizdə araşdırıb bunu gətirib məhkəməyə götürmüşük, vermişik onları. Yəni orada behin müqaviləsi sonra o təmirə, arvad orada təmir edir. O həmən təmirin pulunu biz yazmışıq ki, gəlib ekspertiza göndəriblər 2 dəfə. Məhkəmədən ekspertiza gəlib, onlar qiymətləndirmə ediblər. Yəni onu mən özümdən demirəm axı heç bir şey. Talih, Mən işə girməmişəm ekspertlərdən, başqa yaxın durmamışam o evdə. aydındır. Talih, sizə bir sual verim. Xanım söylədi ki, o mənə əvvəllər ilk günlər belə deyək ki, 50 manat, 100 manat köməklik elədi. Mənə dəstək oldu, borc verdi. Hətta borcu verəndə 50 manat, 100 manat o mənə imza atdırırdı. Borca verməmişəm. Elə nə eləmişəm? İmzalatdırmışam. İmzalatdırmısınız, bəli. Borca necə pul verir? Bu hansı pul 50 manat, 100 manat borc olur. O məhkəmədə özü də deyib, orada hamısını qeyd ediblər. Mən o xəstə olub, pul istəyib, pul vermişik, dərman pulu vermişik. Sonra xəstəxanada yatıb 100 manat pul istəyib. Harada biz imzalatdırmışıq onu? Harada var elə mənim imzam, bir dənə gətirsin, görsətsin də. Niyə belə danışıraq orada? Onun imzası var sizə. O mənə qol çəkdirib, pul verilmir, götürüb özü aparır. Deyir ki, mənə qol çəkdirdi, sonra da o kağızı özü apardı. Çünki o mənə pul verdi axı. Xeyr, elə bir şey olmayıb, bir də təkrar edirəm. Məhkəmədə bu işimiz olub bizim. İndi o efirdə oturub çox şeylər deyir. Bir də deyirəm, yəni deyirsə o şeyi, onu araşdırın zəhmət olmasa. Elə araşdırmaq üçün sizə zəng elədik də. Nəyə görə 2 il yarım bizdə məhkəmə gedib? Nəyə görə bu gedib? Çox araşdırılıb, çox ekspertizalar olub. Yəni çox polisdən başlayaraq bizim işimiz gedib düşüb məhkəməyə. Yəni belə bir iş. Yəni, Aydındır. Sənin evin hardan oldu, mən sənin evində oturdum? Məhkəməyə çağırışına təqdim eləmişik. Ekspertizadan keçib ki, kimin qolu var, burada kimin yazısı var. Səs yazmalarına qədər, maşında danışdığımız səs yazmalara qədər məhkəmədədir. Prokurorluğa gedib oradan da göndərirlər məhkəməyə ki, məhkəmə baxır bu işə. Yəni mən özümdən heç bir şey demirəm, heç bir şey. Ola bilərmi ki, Talih, bu məsələni məhkəməsi sülh yolu ilə həll edəsiz? Bizim vəkilin sözü, bizim vəkilin sözü. Onu sülh yolu ilə. Mən o qadın xeylarlıdır, xəstə qadındır. Mən ona dava eləmirəm, bir şey eləmirəm. Yəni tənha qadındır, müəyyən yaşa çatmış bir insandır. Allaha and olsun bir də deyirəm. Yəni o xanım özü boyundanmasın bir dənə deyin onu orada. Ona mən çox kömək eləmişəm. Axı niyə onu demir o? Yo, o söylədi. O söylədi ki, Necə pul vermək olar, xəstə insana pul vermək olar, onu imzalatdırmaq olar. Şükür Allaha, mənim ailəm adı ehtiyacım yox. Bu deyib mənim imkanım olub, qonşu kimi vermişəm. Hətta mən olmamışam, uşağım gəlib orada. Düz deyil, övlad gəlib asas üçün nəsə, yəni düz gəlmir, amma ki gəlib orada deyə bilər ki, mən özüm olmamışam, yolda olmuşam, zəng vurub ki, mənə dərman pul lazım, zəng vurmuşam uşağıma, gedib metronun qabağında görüşüb, soruşun ondan, özü üçün sizə. Ona pul verib, dərman pulu verib. Xəstəxanada yatıb gəlib ona pul vermişim mən. Yəni desin ondan, niyə danır ki onları? O pulu mən sonra almışam onu. Elə borc olur, 50 manat, 100 manat, bu məndən xahiş edib pul istəyib. Olub ki, özü istəmədən mən vermişəm ona pul. Yəni soru bilmirəm indi nə deyir orada xanım, mən... Yo, o söylədi ki, əvvəl çox münasibətimiz yaxşı olub, çox sıx münasibət. Qonşu olmuş, münasibət yaxşı olmasa, mən pulu verməmiş, tam pulu ödəməmiş ona, mən etibar eləyərdim, o gəlsin, o yerə girsin, təmir edəsin orada. Yəni, behləşmişdi, o təmir edirdi. Mən də onu danmadım, ekspertiza göndərdilər, mən eləməmişəm onu. Sabunçu öyrənməyəşəm, bir də qiymətləndirmə, onlar göndəriblər. Mən o ekspertin adını da bilmirəm. Zəng vurublar, vəkillə gedib, heç yerə girməmişim. Bir qiymət qoyublar ki, bu təmirə nə qədər pul gedir. Bu qədər pul gedib, mən də deyiblər, razısız buna məhkəmə. Heç bir manat deməmişəm ki, razı deyiləm.
Demişəm, bəli, razıyam, təmirə pul, aboy vurub orada, bunları eləyib, onları eləyib. Hamısı ekspertiza yoxdur, deyib qiyməti bunun budur. Mən də ona qol çəkmişəm. Yəni mən onun nə pulunu danmışam, o ki qaldı qızıma, qızımın heç o işdə bir dənə mənim ev onun adınadır, evladımın adınadır. Yəni qızım heç onun üzünü görür. Safa üstədə bu bizə 3 dənə, 4 dənə o mənə satdığı torpağa görə etibarnamə verib, soram gedib ləğv eləyib o etibarnamələri, gedib oturub o evin içində. Ondan sonra bizim münaqişə başlayıb aramızda, yəni belə bir konfliktimiz olmayıb. Mən demişəm, mən sonra tikintiyə bıraxdığım pulu tələb edəm, hansı ki həyət almışdım ondan, o evi tikmişəm mən. Onu da sübut elədi məhkəmə, yəni onun ki kağızlarımız var, səs yazmalar var, hamısı qol çəkmiş, özü qol çəkib, yəni belə hamısını yoxladılar. Kim imza eləyib bunların kağızlarının üstündə, kim imza vurub, hamısı istəyirsə yox. Talih, bəlkə barışasınız siz. Mən bir də deyirəm, mənim ona düşmənçiliyim yoxdur. Yəni 3 ilin ərzində mənim ora... Bax, deyir, bir düşmənçiliyimiz yoxdur. Bəlkə barışın, ay Gündüz xanım. Yəni, bunu sülh yolu ilə həll edin Borcunu də. versin də barışın. Gətirib ekspertlərə 4500 pul yazdırıb. Özü bilir şirkət bu işi kömək edir mənə, bir də kontakt. 4500 lira puldur. Bir-iki dəfə yan-bayan maşınla keçmişəm. Mən onunla nə telefon danışıq olub, o işdən sonra, bu bizim münaqişədən sonra, məhkəməyə düşəndən sonra yoxlatıra bilərsiniz telefon nömrələrində. Bir dəfə də olsun mən ona zəng vurmamışam. Nə artıq əski bir söz deyim, nə bir, heç bir şeyə görə zəng vurmamışam. Bizim qoy məhkəmə özü araşdırsın. Vəkillər özləri oradadılar, hakimlər oradadılar, bu özləri araşdırsın. Yəni belə bir şey olur. Aydındır. Bir kəlmə olmayır, yəni onu mən 100%. Aydındır. Amma xanım sizin qızınızın evini təmir eləyib də belə başa düşdüm, düzdürmü? Xanım söyləyib. Orada yazdı, ekspertiza gəldi, bəzi yazdı. Mənə də orada da məhkəmənin qərarında oldu ki, 67 min mən o 2 mərtəbə tikdirdiyimin pulunu ödəniş edir bu. Orada da bu nə vəsait qoyulur, fon çəkmişəm hamısına, məhkəmə qərar verir. Onun pulu ödəniləcək, mən də onun pulunu ödənirəm. Mən deyə bilərdim ki, heç kimin ondan xəbəri də yoxdur. Yalan da danışmaq olardı orada ki, bu bura pul qoyulmur. O nəyinə sübut edəcək? Əlində kağız yox, bir şey yox. Mən dedim, elə bir şey yox. Eləyib, gəlin yoxlatdırın, gəldilər yoxlatdılar. Hakim də orada dedi ki, çox sağ olun ki, sülh yolu ilə yəni bunu yazıb deyirsiniz. Dava ilə yox ki, o heç bir şey eləməyib orada. Yazdım, mən də qol çəkdim, bəli. O sahiblər ekspertiza dedi ki, bu qiymət bu yerə qoyulur. Qızın evini pula ucuz yazdırıbdı. Elə demiş qalıb. Zəhmət olmasa vəkil də var orada. Aydındır, aydındır. Təşəkkür edirəm Talih. Çox istərdim yenə də efirdə sizi görüm, səsinizi eşitdim, istərdim özünüzü də görüm. Amma mənim imkanım yoxdur. Yəni özdə bu işə görə mənim orada bir necə deyim sizə, yəni belə nəsə varsa vəkillə orada saxlayın, vəkil gələ bilərsə gəlsin. yox, bizə lazım olan məlumatı biz sizdən aldıq. Heç vəkilə mən bilən ehtiyacı da yoxdur. Bizə artıq Amma lazım olsa yəni hər bir kağız var da orada, yəni sübutlar var, hər bir şey var. Bir də deyirəm, bu məhkəmə qurumu Ədliyyə Nazirliyi tabedir. Yəni orada elə belə yoxlamaq ola bilməz ki, kimsə yalana nəsə yazsın. 2 il yarım bizdə məhkəmə gedib, 2 il yarım. Yəni çox araşdırıblar, çox ekspertizalar olub, yəni kimin imzası harda olub, nə səs yazmalar var, hər bir şey. Yəni qərar yenə də biz sizi sülhə çağırırıq, Talih. Mən hər dəfə razıyam, siz nə də deyirsiniz, yəni mən Deyir, mən hər dəfə razıyam. Amma yalan olmasın orada da, yəni ki Ucuz yazdırıbdı, 4500. Orada 4500 lira haqsızlıq orada da edilmiş. yalan olmasın. Düzgünlük varsa gəlsin sülhlə yazar pozaq. Kimin nəyi olub bu elə araşdırılır. 4500 yazıb, aboy, hər bir şey olsun, Kimin 4500. kimi ödənişi var, ödəsin ona. Talih, sonda bir sual da verim. Bax, söylədi ki, qızının evini təmir olunub da. O xanımın söylədiyi fikri söyləyirəm ki, deyir, sənədləşdiriblər ki, 4500 xərc çəkmişəm. Axı deyir, mən ora çox xərc çəkmişəm. Niyə 4500 yazılıb? Oğlum, mən heç bir şey orada sənəfə, mən bir də təkrar edirəm. O vəkillər gediblər, bir də ki ekspertiza gedib, məhkəmədən göndərilən. Bu təmirə, yəni onlar da bilirlər, ekspert, yəni qiymətləndirmə idarəsindən də göndəriblər, məhkəmədən də. Aydındır, Hamısı orada bilir ki, o aboyun qiyməti nədir də. Onu şişirdib, yalandan o, elə belə deyirəm, Ukraynanın aboyu şişirdib, İspan aboyu eləmək lazım deyil. Onlar gözəl bilirlər, onlar da onun qiymətini yazırlar. Nə pul qoyulur, onun qiymətini. Mən heç bir yeri, heç bir şey yazmamışam. Aydındır. Yəni, razılığımı imzalamış, belə bir şey. Aydındır. Talih, təşəkkür edirəm. Çox sağ olun. Sizi dinləmək istəyirdim. Dinlədim. Çox şad oldum tanışlığımıza. Çox istərdim ki, sizin probleminiz sülh yolu ilə həll olunsun. Minnətdaram ki, vaxt ayırdınız və bizi maraqlandıran sualları da cavablandırdınız. Minnətdaram sizə. Soruşa da bilərsiniz, Furta müəllim. Hələ də məndən pul istəyir o. Kontaktda 2250 manat. Maaşıma Mən sizə bir söz deyim. Bax, mən sizə bir söz deyim.
Digər tərəfi də dinlədik. Biz Onu demirik ya, eləyirsən, siz mən yalan mənim adıma danışırsınız. deyil. Eyni zamanda demirik ki, onlar yalan danışır. Mən ev Mənə tapsam, lazım idi evim. o tərəfi dinləmək. Başa Nətər olur, mənim evim onun evi olur. Mənim adıma olan evi 67 minlik bu ev Bax, rəhmət edir. Talih söylədi ki, mən Talih hər hamısını düzüb zaman qoşub da. sülhə razıyam. O xanımla mənim heç bir problemim olmayıb. Hər zaman biz mehriban olmuşuq, sülhə də hazıram. Amma siz ondan pul tələb edirsiniz, düzdürmü? Bəli, mən orada 12.900 manat pul, mən 67 min verə bilməsəm, 12.900 versin var, mən qalım küçədə. 12.900-dan mən 9 xərcləmişəm ki, 12.900. Namiq müəllim, bunun çıxış yolu nədir? Bax, bu belə söylüyor, digər tərəfdə bu cür fikir söylüyor. Bunun çıxış yolu nədir? Çıxış yolu yenə deyirəm, Könül xanım. Fakt indiki dövrdə bu könüllü qaydada həll olunmayıbsa, təbii ki, buna hüquqi qiyməti məhkəməyə verəcək Könül xanım. Yəni məhkəməyə də verilməsi üçün də xanım indi təbii ki, öz sübutlarını normal qaydada təqdim eləyə bilmədiyinə görə qarşı tərəflər necə bildiyimiz kimi deyir ki, məsələn, səs yazılarıdır, sonra digər sənədlərdir, müqavilələrdir, təqdim edib, təqdim edildiyinə görə də məhkəmə sənədlərə qiymət verib, qarşı tərəfin iddiasını təmin edib. Təbii ki. Yəni, xanımın ki, sübut təqdim etməməyi nəticədə onun iddiasının rədd olunmağına səbəb olur. Yəni, və bunu siz, yenə deyirəm, əsaslandırdığınız halda yuxarı instansiya məhkəməsi, yəni apellyasiya instansiya qaydasında sizin şikayətinə təkrar baxılıb, xeyrinizdə hər hansı bir qərar qəbul oluna bilər. Həmin orqan da araşdırma orqanıdır, xanım. Yəni, sənədləri bir daha araşdırır. Sizin təqdim edə bilmədiyiniz, hansı ki, sübutları təqdim eləmişsiniz, baxmayıb ona məhkəmə qiymət verməyib, yenə həmin sübutları bir daha təqdim eləməklə apellyasiya instansiya məhkəməsində 3 hakimdən ibarət tərkibdə baxılır işə. Və siz orada əsas sübutlarınızı əsaslandırmaqla, tələbinizi əsaslandırmaqla öz istədiyiniz nəticəyə təsir edən qətnamənin qəbul olunmağına nail ola bilərsiniz. Üzr istəyirəm. Düz xan, bir siz mənimlə maraqlıdır. Mən qaldığım ev var ha. İndi yalan danışıramsa da gəlib baxa bilərsiniz də. 67 min yazıb da. Məsəl üçün siz də gəlib baxa bilərsiniz. Bax, nətər olur? Mən o boyda evi tam təmir eləyirəm. 12.900 o pişir, 8.500-də mənə pul verilir. Bu mənim evimi tikib, ki da evimi. Borçları mən vermişəm, pulları. Bu tikib 67 min oldu. Nətər oldu? Bu yazıb oradakı ekspertlərə deyir, mən yalan danışmıram. Yaxşı, yalan danışmadım. Sübut çıxır ortaya. İkinci mərtəbə beton tökülür. Hamısı olubdur. Yuxarı mərtəbədə beton tökülür. İkinci mərtəbənin Betonun üstündədir. onun Sütunlar vurulub, beton tökülür. Sütunlar vurulub. Bu acı, məsəl üçün, ikinci mərtəbənin divarında yaş aboy yoxdur, parket yoxdur. Bunları sən deyirsən, Allah'a da and içirsən. Nətər Allah'dan qorxmursan? Bir şey bildireyim, yox. Bir şey nədən deyim, müəllim? Yəni, yazdırmısan. orada ekspert rəyində, ekspertə... Heç mən özüm orada olmamışam. Mənim qaldığım ev yoxdur, demir, 67 min inşa eləmişəm. Yox, bu adam deyir. Bax, sizə sual verdim. Orada 67 min yoxdur, axı. Onları yalandan yazıb. Yox, mən sizə sual verdim. Bax, 2 yer beton, iki mərtəbədir də deyirsiniz də, üst, orta mərtəbə, orta deyək, beton, bir də ki, yuxarıdan da betondur da, mansardın altında betondur da. Beton deyil, taxtadır. Mansard özü taxta olar, amma o şey, tavan nəyin üstündədir? Taxtadır. Taxtanın üstündə. Amma o birinci mərtəbənin üstü betondur. Onun bünövrəsini özüm qoymuşam. Birinci mərtəbənin bünövrəsi özüm oturmuşam yanında, xəstə özüm görmüşəm. Betonu kim tökdü? Birinci mərtəbə mən. Üstü də. Biz siz o tökülən deyiri tökdürmüşəm hə. Təbii ki, xanım, ya həmin o qarşı tərəf, bələm, bu kiməsə pul verməlidir, elə bir hansısa bir ustaya verməlidir, elə deyilmi? Bəli, əlbəttə. Təbii, həmin o ustaları da məhkəmə dinləməklə konkret nəticəyə gəlir. Yəni, bir daha qeyd edirəm, yəni, ekspert rəy verərkən, ekspertə bilə-bilə rəy verməyə görə məsuliyyət daşımağı ilə bağlı xəbərdarlıq edilir. Ki, cinayət məsuliyyəti bilə-bilə yalan rəy verməyə görə məsuliyyəti var ekspertin. Ekspertizanın rəyində əgər hər hansı bir qüsurlar varsa, yalan rəy varsa, siz onu təkrarən məhkəməyə müraciət eləməklə vəsatət şəklində əlavə və ya təkrar ekspertiza, eləcə də kompleks ekspertiza təyin elətdirə bilərdiniz. Bax, bunun çıxış yolu. Bax, Talihə də biz dedik ki, sülhə çağırış eləyirik.
sülh olsun. Dedi, mən etiraz eləmirəm, mənim o xanımla heç bir problemim yoxdur. O sülhə gəlmək istəyir. Sadəcə olaraq siz pulunuzu tələb edirsiniz. Bunun bir çıxış yolu ancaq mən düşünürəm ondadır ki, siz vəkil tutmalısınız. Yəni hər dəfə belə deyək, hansısa bir məktubu biz yazacağıq. Namiq müəllim sizin üçün yazacaq, ünvanlayacaq. Bu məsələnin həlli deyil. Düz demirəm Namiq müəllim. Təbii. Sizin məhkəmələrdə sizi təmsil edən vəkil olmalıdır. Başa düşürsünüz? Namiq müəllim çox gözəl bir fikir söylədi ki, dedi 1 saat danışmaqla deyil də, sübut təqdim eləməsin. Yəqin qarşı tərəf hansısa bir sübutu göstərir ki, onun xeyrinə iş əldə Təbii. olur. Siz isə sübutunuz yoxdur. Ayrı heç cür mümkün deyil. Mən məcbur oldum mən danışmağa bax. Onun sübutu rüşvət. Artıq verilişimizin sonudur. İbrahim müəllim, neçə dəqiqəmiz var sona? Artıq çox az vaxt qalıb. İstəyirəm bu vaxtdan da istifadə edib. Yenə də Talih Tağıyeva bir çağırış edim. Düzdür, efir vasitəsilə biz onunla danışdıq telefondan efirdə. Yenə də istərdim ki, gəlsin. Lapa heç efirə də çıxmasa, belə deyək. Efirdən kənar biz onunla görüşək, eləyək. Bəlkə hardasa bir ortaq məxrəcə gələ bilərik. Bəlkə də hardasa hansısa bir addımı atmaq olar, nə isə etmək olar. Elə bir-birimizi itham eləməklə sən səhvsən, bir dəqiqə, sən səhvsən, o səhvdir, bu səhvdir, onu deməklə iş öz həllini tapmır. Əksinə cığıra düşürük, yəni çətinliyə düşürük. Ona görə yenə də üz-üzə qalıb söhbət etmək lazımdır, danışıq aparmaq lazımdır. Təbii. Artıq verilişimiz də sona yaxınlaşır. İstərdim Xatirə xanım sizi də dinləyib, bax qarşı tərəfi də dinlədik. Görürsünüz, o da öz sözündə haqlı tərəf olduğunu göstərir. Bu xanım da haqlı olduğunu göstərir. Kimin haqlı olub-olmadığını biz istəyirik üzə çıxardaq. Mən hüquq işinə qarışmıram. Sadəcə onu bilirəm ki, məhz belə şeylər üçün indi artıq mediasiya yaradıblar. Məhkəmələrdən əvvəl elə bir mərhələ var ki, şəxslər öz aralarında onun vasitəsilə... Belə məsələlər mediasiyada müzakirə olunur yoxsa yox? Mediatorla bununla bağlı. Bəli, borc tələbi ilə bağlı, pul tələbi ilə, ailə mübahisələrlə bağlı. Bu yəqin ki, artıq məhkəmədədir. Amma yenə bir yaxşı bir iş görmək, nə bilim, bəlkə də bunları görüşdürüb, kimin vasitəsi ilənsə ona dəyən ziyanı, buna dəyən öz aralarında həll eləsinlər. Bəlkə də güya ki, məhkəmə qərar çıxartdı da yenə onu özləri öz aralarında həll eləsinlər. Mənə elə gəlir, belə bir şey var da, yəni biz istər-istəməz, biz bunu, mən o Talih bəy də indi danışdı, çox mədəni oğlandır, belə çıxır. Söhbət nədən gedir? Mən belə hesab edirəm ki, məhz kasıb hissə var, varlı hissə var, cəmiyyət bu cürdür artıq. Belə deyək ki, səviyyələr belə yarandı. Biz burada artıq həmişə varlı hissə kasıb hissəyə keçməlidir. Mən belə sayıram. Çünki kasıbın neçə borc içindədir. İndi öz dediyinə görə borc içindədir. Artıq hətta maaşının da bir hissəsini borca tuturlar. Deməli, bunun yaşama imkanları da minimuma yenir. Ona görə mənə elə gəlir ki, onlar dil tapmalıdırlar, dil tapmalıdırlar. Nə olar ki, indi o buna güzəşt eləsin. Məhz o Talih bəy güzəşt eləməlidir. Cavandır, güclüdür, bacarıqlıdır, iş sahibidir. Açığı... İş sahibləri kömək eləməlidir də, belə deyək. Həcə, açığı mən açıq söyləyəcəm. Mən zəng edəndə düşündüm kimsə telefonu götürəcək, belə deyək, acı dillə, hətta gözlədim ki, üzr istəyirəm, hətta gözlədim bir kobud bir danışığı olsun. Amma gördük ki, normal bu adam öz fikrini bildirir, tamamlayır. Buranın səsini də yazdı, o telefonun səsi yazdı. Kimlə danışır, hamısının səsləri yazdı. Lap yaxşı, burada heç bir problem, bir şey yoxdur. Bu onun şəxsi işidir, istəyir, yazır, o onun öz işidir. Onun haqqıdır, yazır. Özü bilər. Düzdürmü Namiq? Təbii ki, özünü sığortalayır da Könül xanım. Sabırları məsələn, ona qarşı kimsə, bəli, kimsə həddə qorxu gələ bilər, kimsə nəsə başqa bir şantaj eləyə bilər. Yəni, bu onun şəxsi işidir. Bəli. Yəni, özünü sığortalayır ki, sabırları... Sadəcə biz onu çağırırıq ki, demirəm, o bir... düşmənəm, nəyəm.
Bax, o dedik gündüz mənim evimi təmir edir. Şirkətə də vəkil müəllim də zəng eləyə bilər, soruşa bilər ki, mənim nə qədər borcum var, kontakt da mənim pulum nə Aydındır da, ben Üzr ilk istəyirəm, sevgi bir dəqiqə edirəm, baxsın. adlarını çəkməyin. Hə, 4500, mən elə bil ki, o yazıb mənə Aha. pul. Elə 4500 oranınkidir. Mən evə girib iş görəndən sonra pol, pataloq, kafel, metla, bunları gördükləri məsələn, balkon, santenik, kombi məsələsi qurulandan sonra olub. Bəs yaxşı, mənimki niyə 4500 olur? Sən mənə içində qaldığım öz evimi 67 min olur. Bax, bu sual oldu. Mən düzgünlüyü bunu istəyirəm. Gəlsinlər ekspertlər də bu dediyi kimi mən alım. Onda Namiq müəllim, indi sizə bir sual da verim. Xanım ekspertizanın işindən narazı, Narazı. belə başa düşür. Narazıyam. Bəli. Xanım yenidən hara müraciət etsin ki, Bəli. ekspertiza təzədən ekspert işləri təzədən aparılsın. Deyim də Könül xanım, ekspertiza rəy verir. Məsələn, tutaq ki, buranı götürək. Hə. Məsələn, bura qoyulub divan. Divanın qiymətini çıxardır. Məsələn, bura çəkilən xərci çıxardır. Hamısı. Əgər bu divanın qiyməti ilə, eləcə də məsələn, çəkilən xərclə bağlı sübut xanım təqdim eləsə ki, məsələn, bu əmlakı, bu divanı, məsələn, filan qiymətə mən görmüşəm, ekspert o qiyməti səhv yazıb. Bununla bağlı natamam olduğu halda ekspertizada əlavə və ya təkrar ekspertiza keçirilməsi ilə bağlı o sübut eləməlidir deyəndə. Könül xanım, bu sözlə yox, təbii ki, vəsatət verməlidir. Vəsatətə də göstərilən halları, natamamlığı sübut eləməlidir ki, bu hallar natamamdır, məhkəməni inandırmalıdır. İnandırmadığı halda mən də deyim ki, bununla razı deyiləm, bu rəydən razı deyiləm, ümumi şəkildə deyim ki, mən bu rəydən razı deyiləm, əlavə keçirilməlidir. Natamamdır, düzgün deyil, o olmur axı Könül xanım. Bəli. Hər sözün dalında bir daha bildirirəm ki, sübut olmalıdır. Məsələn, bu qiymət, mən bu kağızı almışam 5 manata, ekspert yazıb bunu 10 manata. Mən bunu sübut edirəm ki, çekini gətirirəm, hansı bir ciddi hesaba səndə aldığım yerdən sənəd gətirirəm ki, mən bunu 5 manata aldığım halda ekspert bunu necə 10 manata qeyd edə bilər? Və o rəyin mötəbərliyini şübhə altına alırsa, məhkəmə bununla bağlı yenidən ekspertə təyin edir, digər ekspert qurumuna həvalə edir. Bəs məhkəmə bitibsə, Bəli. onda artıq onu apellyasiya eləməlidir. Bəli, bəli. Yuxarı instansiya məhkəməsinə yenə də Bakı yuxarı apellyasiya. Söylədi ki, bizim işimiz 2 ildir məhkəmədədir. Amma xanım söylədi ki, məhkəmə bitib artıq. Bitib. Ola bilər ki, məsələn, onun tərəfindən verilmiş şikayətə indi mən onu bir daha Könül xanım sabah yəqin ki, yenə də araşdırma davam eləyəcək də. Mən onu araşdırıb sizə onunla bağlı ətraflı məlumat verərəm Könül xanım ki, yəni işin nəticəsi ilə həmin o işə baxan məhkəmə ilə danışıb sizə məlumatları təqdim eləyə bilərəm. Bizim məhkəməmiz. Bəli. Ana Bu qeyd olunub, bəli, burada var. Yəni mən bunun şəklini çəkərəm Könül xanım, araşdırıb sizə bununla yenidə əlavə məlumat verərəm. Təşəkkür edirəm. Təşəkkür edirəm hər birinizə. Minnətdaram. Artıq bizə ayrılan efir vaxtımız da sona çatır. Xatirə xanım Fərəcli, minnətdaram sizə. Şairə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin məsləhətçisi Hacı Gəniz Camalzadə yazıcı və hər zaman söylürəm ki, həftə içi 5 gün biz efirdə oluruq. Həftə içi 5 gündə efirimizdə hüquqşünaslar, Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olur və bugünkü efirimizdə də Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Namiq müəllim Bağırov iştirak edirdi. Eyni zamanda bizə müraciət edən şəxs isə, bizim bugünkü efirimizdə iştirak edən şəxs isə, demək, adınız Gündüz xanım İsmailova idi. Bəli, bəli. Minnətdaram sizə. Çox Düşünürəm ki, sizin probleminiz öz həllini tapacaq. Çox sağ Sizin olun, probleminizin həlli, mən yenə də öz fikrimdə qalıram, vəkildir. Yəni, vəkil tutun ki, sizin istəklərinizi həmin vəkil qanuni şəkildə necə deyirlər, yazsın, qeyd eləsin, lazım olan ünvanlara göndərsin. Hörmətli tamaşaçılar, artıq efir vaxtının sonudur. Hörmətli televiziya tamaşaçıları, bizə ayrılan efir vaxtımız sona çatdı. Dünya televiziyasının efirində üz-üzəni izlədiniz. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.